Salam əziz tələbələr, mən Magistratura Az Təhsil Mərkəzinin məntiq müəllimi Tərlan Rızazadə. Bu gün sizinlə kursumuzda keçirilmiş olan 4 may 2025-ci il tarixli Ümumi Sınaq İmtahanı 8-in məntiq suallarına baxacağıq. Başlamadan öncə imtahanınıza son bir həftə qalıb hər birinizə bol-bol uğurlar arzulayıram. İnşallah son bir həftəni də ən yaxşı şəkildə dəyərləndirib istədiyiniz nəticəni əldə edərsiniz. Baxaq indi suallara. 46-cı sualda deyir ki, rəqəmləri eyni qaydada təkrarlanan 666 rəqəmli bir ədəd verilib və bu ədədin yazılışındakı 368-ci rəqəmdən solda yerləşən bütün cüt rəqəmlərin cəmi neçədir? Birincisi bu ədəd 666 rəqəmli olsun, 1000 rəqəmli olsun, bu bizə maraqlı deyil. Zaten bizə 368-ci rəqəmdən soldakılar istəyir, düzdürmü? Bu ədədin içindəki təkrarlanan qrupu ayırırıq. 2, 7, 4, 8, 5, 1. Bəzdən yenə gəlib 2, 7, 4, 8, 5, 1. Deməli, bir neçə dənə 27, 48, 51-in yan-yana birləşməsindən əmələ gəlib bu ədəd. Görək 368-ci rəqəmə kimi neçə dənə belə altılıq qrup var. Onu tapmaq üçün 368-i 6-ya bölməliyik. Yazaq, 368 bölünsün 6. 60 dəfə, 61 dəfə qalıqda da 2 qalır. Deməli, 61 ədəd 27, 48, 51 qrupu var. Bu qrupdan 61 dənə olanda edir 366. Daha sonra 367-ci ədəd təzədən 2 gələr, 368-ci ədəd 7 gələr və s. Bizə də deyir ki, 368-cidən, yəni bu 7-dən solda yerləşən bütün rəqəmlərin cəmi. Deməli, biz tapmalıyıq bütün cüt rəqəmlərin cəmi. Biz tapmalıyıq 61 dənə bu qrupun içindəki cütlərin cəmini, bir dənə də 2-ni. Bu 2-ni də nəzərə almaq lazımdır. Yəni 367-ci rəqəmi də nəzərə almaq lazımdır. Onda bir qrupun daxilindəki cüt rəqəmlərin cəmi 2 üstəgəl 4 üstəgəl 8 deyərik 14 eləyir. 61 dənə qrup var və hamısında da bu 14-dən var. 61 vur 14. Üstünə də bir dənə bu 2-ni gəlsək cavabı alarıq. 61-i 14-ə vuranda 610, o da 244 eləyər. 854 plus 2. Cavab oldu 856, yəni B variantı. Keçək 47-ci suala. Qanuna uyğunluğu müəyyən edin və sual işarəsinin əvəzinə uyğun olan variantı seçin. Qeyri-aşkar operator sualıdır. Rahat gözə çarpan burada 3-cü sətirdir. Bir də birinci sütun. Sütuna baxın, burada hamısı nəyinsə kvadratıdır. Deməli, birinci tərəfdən kök alacağıq. Məsələn, 25-dən kök alarıq eləyər 5. Kök altda A yazaq buna. 5-in üstünə 12 gələndə 17 eləyir. Sıfırı işlətməyib də deyək ki. 5 üstəgəl 12. Onda kök altda A plus B. Sıfırı da zaten nəyə vursa sıfır eləyir. Ona görə işlətməyib. İndi baxaq bunun ardına yuxarı sətirdə. Məsələn, bu sətirdə. Kök altda 4-dən 2 çıxar. Üstünə B-ni, yəni 1-i gələndə 3 eləyər. 3-ün də üstünə gərək 49 gələk ki, 52 eləsin. Deməli, 7-dən 49 alıbsa, bu da S kvadratıdır. Həlli oldu bu. Birincinin kök altısı, ikincinin özü, üçüncünün kvadratı. Yoxlayaq. Kök altda 1, yoxlayaq yox, daha doğrusu cavabı tapaq. Plus 4, plus 5-in kvadratı. 1, 4, 5. Oldu 1 üstəgəl, 4 üstəgəl, 5-in kvadratı da 25. Eləyər toplamda 30. Cavab oldu B variantı. 48-ə keçək. 48-ci sual ilk baxışdan tipik bir anagram sualıdır. Şərtin yenə də oxuyaq. Hər sırası pozulmuş 5 sözdən 4-ü müəyyən əlamətə görə oxşardır. Fərqli sözü tapın deyir. Yazaq helium. B variantı olar oksigen. C variantı sulfat. Kimyəvi terminlərdir. Burada ksenon. D variantı ksenon. Y variantı isə hidrogen. Hidrogen. İki cür yanaşma eləyə bilərik. Birincisi, helium, oksigen, ksenon və hidrogen qazlardır. Sulfat isə, sulfat turşusu deyək ki, mayedir, düzdürmü? İkinci bir yanaşmada formuluna görə ola bilər. Helium, ksenon He yazılır. Deyək ki, oksigen O, atomlar oksigendən söhbət gedir. Hidrogen H və ya molekul kimi də yazsaq, helium, ksenon deyək ki, O2, H2. Bunlar oldu tərkibinə görə bir atomda eyni bir növ atomdan təşkil olmuşlar. Sulfat isə H2SO4-dür. Burada 3 fərqli atom var. Yəni formulyar olaraq da baxanda cavab C variantıdır. Aqreqat hal olaraq baxanda da cavab olur C variantı. Keçək 49. 49-cu sual şifrə sualıdır. Təkrarlanmalar yoxdur deyə sütun üzrə baxanda təkrarlanmalar gözə ilk baxışdan çarpmır deyə biraz çətindir. Bunu belə işləyək. Fərqli bir marker götürək, başlayaq. Tutaq ki, deyək ki, məsələn, qara dairə o tərəfdə yoxdur. Ağ dairədən həm birinci sütunda var, həm ikinci sütunda var. Sonra ağ kvadratdan həm birinci sütunda var, həm ikinci sütunda var.
Qara kvadrat həm birinci sütunda var, həm ikinci sütunda var. Ağ üçbucaq həm birinci sütunda var, həm ikinci sütunda var. Yəni bu 4 dənə fiqur birinci və ikinci sütun üçün təkrarlanandır. Təkrarlanmayan hansıdır? Qara dairə birinci sütunda var, ikincidə yoxdur. Qara üçbucaq da ikinci sütunda var, birincidə yoxdur. Bunu test tapmaq üçün bizə lazım olan nümunəyə baxaq. Bizə lazım olan, soruşulan nümunə budur, dördüncü. Deməli, biz sadəcə ikinci fiqura baxaraq cavabı ala bilərik. Deyək ki, bizə lazım olan ədədin deyək ki, ikinci rəqəmi elə bir rəqəmdir ki, birinci sütunda yoxdur ondan. Məsələn, 7 birinci sütunda da var. 6 birinci sütunda da var. 2 varmı birinci sütunda? O da var. Amma 1 yoxdur. 1 ikinci sütunda var, birinci sütunda yoxdur. Cavab oldu 61-73. Yəni D variantı. Və ya burada fərqlənən qara dairəyə görə baxsaydıq, qara dairə birinci sütunda var, ikincidə yoxdur. O nə ola bilər? 2-dən ikinci sütunda var, 3-dən var, 4-dən varmı? Mən ikinci sütunda 4 görmürəm. Deməli, 42-37 də budur. 42-37. Buradan artıq baxmaq olur ki, ağ dairə 2-dir, ağ kvadrat 3-dür və s. Onları da yerinə qoyub tapmaq mümkün olar. Keçək 50-ci suala. 50-ci sual. Bu test nümunəsi sadə ədədlər üzərindəndir. 5, 11. Sadəcə sadə ədədlərin tərsidir. 17, 23, 31. Bunlara tərsinə baxanda hamısı sadə ədədlərdir. Sadə ədədlər də nə idi? Yalnız birə və özünə bölünən ədədlər. Amma diqqətlə baxanda görürük ki, arada bəzi sadə ədədləri buraxıb. Məsələn, 5-dən sonra 11 yazıb, düzdürmü? Onları düzəldib yazaq. 5, sonra 11, sonra deyək ki 17, növbəti 23, 31 bu formada yazılıb. 41, 47. Və 2 dənə sual işarəsi var. Diqqətlə baxsaq, 5-dən sonra 11-ə qədər arada bir sadə ədəd də var, 7. Amma onu götürməyib. 11-dən sonra 17. Arada sadə ədəd olaraq bir dənə 13 var. 17-dən sonraki sadə ədədimiz 19-dur, amma götürməyib, yazıb 23. 23-dən sonraki sadə ədəd 25 yox, 27 yox, 29 var, düzdürmü? 31 gəlir. 31-dən sonraki sadə ədəd 37-dir. Sonra 41 gəlir. 41-dən sonraki sadə ədəd də 43-dür. Deməli, bu sıra sadə ədədlərin tərsidir. Amma bir sadə ədəd buraxıb digər sadə ədədi yazmaqla. Onda 47-dən sonraki sadə ədədi taparıq. Eləyər 53. 53-ü götürməyəcəyik bu sırada. 53-dən sonraki sadə ədəd nədir? 55 olmaz, 57 olmaz, 59 olar. Deməli, birinci sual işarəsi 59-un tərsi olacaq. İkinci sual işarəsi nə olar? 59-dan sonra 61 götürülməz. 63 sadə deyil, 65 sadə deyil, bir də 67 var sadə. Bu da olacaq 67-nin tərsi. 59 və 67-nin tərsi, yəni birinci sual işarəsi 95-dir, 59-un tərsi. İkinci isə 67-nin tərsi 76-dır. Bunları toplasaq, cavab eləyər 171. Yəni A variantı. Keçək 51-ci suala. Məhlul məsələsi. Deyir ki, x qram y faizli məhlulda z qram həll olan maddə var. Burada bir dayanaq. X qram y faizli məhluldakı həll olan maddənin miqdarı x vur y bölü 100 deyilmi? Yəni, məsələn, deyir ki, 400 qram 20 faizli məhlulda həll olan maddəni tap. 400-ü 20-yə vurub 100-ə bölərik. Deməli, x qram y faizli məhlulda həll olan maddə miqdarı x vur y bölü 100-dür. Və sizə deyir ki, bu z-yə bərabərdir, z qram. Bərabərdir z. Bunu ifadə kimi yazdıq. İndi deyir ki, bu məhlul z qram y faizli məhlulla qarışdırılarsa, alınan məhlulun qatılığı 2z bölü 15 faiz olar. Siz bilməlisiniz ki, həcmindən asılı olmayaraq eyni faizli iki məhlul qarışdırılırsa, yəni x qram y faizli, z qram y faizli. Məsələn, 300 qram 10 faizli məhlulla 500 qram 10 faizli məhlulu qarışdırsaq, alınan məhlul yenə 10 faizli olar. Yəni, faizləri eyni olan məhlulların qarışığı eyni faizi verməlidir. Amma bizə deyir ki, y faizli ilə y faizlini qarışdıranda 2z bölü 15 faizli alınır. Deməli, rahatlıqla deyə bilərik ki, y 2z bölü 15-ə bərabərdir. Çünki qarışığın faizi dəyişməməlidir. Y bərabərdir 2z bölü 15. Bu da buradan çıxdı. Buradan z-ni tapaq. Z bərabərdir 15y bölü 2, eləmi? Yəni, z bərabərdir 7,5 y. Aparıb burada yerinə qoyaq birinci ifadədə. Alırıq belə bir şey. X vur y bölü 100 bərabərdir. Z-nin yerinə 7,5 y qoyuruq. 7,5 y. Buradan y-lər ixtisar gedər. Sağdan soldan sildik. Və x bərabər oldu 100 vur 7,5. X bərabərdir 750 alırıq. Bizdən də soruşur, məhlulun ilkin miqdarını, yəni x-i tapın. X oldu 750. Cavab olar Y variantı. Növbəti sual 52-ci suala baxaq. 52-ci sual şifroqramdır. İfadə verib deyir ki,
Bütün hərflər bir-birindən və sıfırdan fərqli rəqəmlərdir. Deməli 1-9 aralığından rəqəm götürəcəyik və minimum A çıx dəyərini tapın deyir. Baxaq ifadəyə. 4 dənə A-nın cəmi 8 edib. 4A 8 ola bilər. 18 ola bilərmi? 18 4-ə bölünmür. Bir də 4A 28 ola bilər. Sonu 8 ilə bitən 8 və 28 ola bilər. Məsələn 48 olmaz, çünki onda A 12 olur. Rəqəm olmalıdır. Deməli ya A-ya 2 deyəcəyik, ya da A-ya 7 deyəcəyik. İki ehtimalımız var. Başlayaq biri ilə. Məsələn A olsun 2. Əgər A 2-dirsə, niyə birinci 2-ni sınayırıq? Çünki minimum deyir. Minimum deyirsə ən kiçik qiyməti qoyaq da. A-ya 2-ni verdik, 8. Tam hissə ötürmədi ki. İndi B-yə baxaq. 3 dənə B-nin cəmi 7 ilə bitirsə, 3B 7-dirsə, B birbaşa deyərik ki, 9-dur. Çünki 3-ün xassəsi var. 3 elə bir rəqəmdir ki, hər rəqəmə vuranda bizə müxtəlif bir sonluq verir. Yəni 3-ü nəyəsə, hansısa rəqəmə vuranda sonu 7 eləyirsə, bu 100% 9-dur. B oldu 9. 3 dənə 9 27-dir. 7 yazdıq, 2 yadda ötürdü. İndi 2C-nin üstünə 2 yadda gələndə 9 eləyərmi? Əgər biz 2C-nin üstünə 2 yadda gələndə 9 eləyibsə, gəlməsək 7 eləyərdi. C üstə gəlcək necə 7 eləsin? Axı bu cütə də olmalıdır. Yəni 2C-nin üstünə 2 gələndə cavab cüt olmalıydı, amma təkdir. Deməli, harada səhv eləmişik? Ən başda A-ya 2 verməkdə. Bu ehtimal səhv imiş. İndi onu silək. Deyək ki, A-nın qiyməti 2 olmur. Onun əvəzinə nə verək? 7 qiymətini verək. Olsun. Niyə açılmadı bu? Hə. A bərabər 7 verək. Əgər A 7-dirsə, 4 dənə A elədi, 4 dənə 7, 28. 8 yazdıq, 2 yadda. 3B-nin üstünə 2 yadda gələndə 7 eləyib. Deməli, gəlməsəydik 5 eləyərdi. 3B-nin sonu 5-dirsə, B-nin özü də 5-dir. 3-ü 5-ə vuranda 5 ilə bitər. 15, bu da 2, 17. 7 yazdıq, 1 yadda keçdi. İndi 2C-nin üstünə 1 yadda gələndə 9 eləyibsə, gəlməsək 8 eləyərdi. Buradan 2 ehtimal çıxır. Əgər 2C 8-dirsə, C 4 olur. Qıraqda yazaq, C bərabər 4 olarsa, 8, 8, bu da 1, 9. O zaman D-də 3 oldu. Digər ehtimal nədir? 2C 8 yox, 18 olsa, yəni C 9 olur. 9, 9, 18, bu da 1, 19. 9 yazdıq, 1 yadda, onda D-də 2 olur. C bərabər 9 olsa, D bərabər 2 olur. 2 dənə versiyamız var. A 100% 7-dir. D üçün 2 və 3 versiyaları varsa, fərq minimum olsun deyə D-yə nə verərik? Maksimum qiymət, yəni 3 verərik. 7 çıx 3, cavab eləyər 4. Digər qiyməti verəndə 7 çıx 2, cavab olur 5. Bu da ifadənin ikinci bir qiymətidir, amma minimum olan C variantı oldu, yəni 4. Növbəti, 52-dən sonra 53-ə baxaq. Operator sualıdır. Qanuna uyğunluğu müəyyən edib sual işarəsinin yerində duran ədədi tapın deyir. Ürək operatoru 3-dən 10 alıb, ilk baxışda ağlımıza 9 plus 1 gələ bilər. Həmçinin buradakı ürək operatoru da mötərizəni, əgər nəyinsə kvadratı plus 1-dirsə bu, yəni ürək işarəsi həqiqətən də A kvadratı plus 1-dirsə, 17 də nəyinsə kvadratı plus 1 olmalıdır. 17 nəyin kvadratı plus 1-dir? 4-ün. 4-ün kvadratı 16 plus 1 eləyər 17. Deməli, bu mötərizənin içi də 4 olsa, ödəyər. 7 xaç bizə 4 verir. Bunu bir nümunə kimi qıraqda yazaq. 7 xaça bənzər bu operator bərabərdir 4. Bir dənə də içəridə ifadəmiz var. 7 ürəyi tapaq. Ürək kvadratı yüksəldib üstünə 1 gəlirsə, bura 50 eləyər. 50-dən 25,5 alıb. 50 xaç bərabərdir 25,5. 25,5 51-in yarısıdır, eləmi? Onda deyə bilərik mi? Üstünə 1 gəlib 2-yə bölüb. 51 bölü 2. O tərəfdə də 7-nin üstünə 1 gəlsək 8, 2-yə böləndə 4. Deməli, xaç operatoru da nə iş görür? Belə bir operator çəkək. Nə iş görür? Ədədin üstünə 1 gəlir. 7 plus 1. 8, 2-yə bölür, edir 4. 51-in də yarısı 25,5. İkisini də işin tapdığımıza görə bu artıq oldu bizim üçün aşkar operator sualı. İndi yerinə qoyub işləyək. 73-ü biz xaç operatoruna versək, xaç üstünə 1 gəlib 2-yə böləcək. 73 plus 1, 74. 2-yə də böləndə 37. Təzədən 37-ni yenə xaç operatoruna versək, 37-nin üstünə 1 gələr 38, 2-yə bölər, bu ifadə oldu 19. 38 bölü 2. İndi keçək sağdakına. Onu ürək operatoruna versək, ürək deyəcək ki, mən onu kvadrata yüksəldib üstünə 1 gəlirəm. Yəni, mötərizənin qiyməti oldu 101. Onun kvadratı plus 1. Daha sonra 101-i xaça verəndə, 101 plus 1, 102 eləyər, yarısı da 102-nin yarısı 51. Birinci ifadə 19, ikinci ifadə 51. Ortada toplama işarəsi var deyə cavab oldu 70, yəni D variantı.
Keçək 54-cü suala. 54-cü sual analogiya sualıdır. Verilən sözlər arasındakı məntiqi əlaqəyə əsaslanaraq işarənin yerinə, sual işarəsinin yerinə uyğun olan variantı seçin. Qılınc, qın. Bunlara əsasən yaxşı olar ki, analogiyalar işləyəndə, yəni iki sözlü, üç sözlü analogiyalar işləyəndə ümumiyyətlə cümləyə çevirməyə çalışın. Qılınc qında saxlanılır. Eynək nədə saxlanılır? Eynək qabında. Eynək qabı da futilyardır. Cavab olar A variantı. Sonra 55-ci sual. 55-ci sualda baxırıq ki, qanuna uyğunluğu müəyyən edib sual işarəsinin əvəzinə tapın nə olmalıdır? Variantlara da baxırıq ki, tam olaraq sual işarələrinin formasında verilib. Yəni biri sağ üstdə, biri sol altda verilib. Uyğun yerlərə baxacağıq təbii ki. Qanuna uyğunluq nədir burada? Sətir üzrə birinci və ikincini üst-üstə qoyur, üçüncünü alır. Yəni heç bir yerə fırlatmır. Sadəcə birinci və ikinci şəkili üst-üstə qoyanda üçüncü şəkil alınmalıdır. Deməli, bizim birinci yuxarıdakı sual işarəsi nə olar? Birincini ikincinin üstünə çəksək, dalğa əvvəl yuxarı gedir, sonra aşağı gəlir. Belə bir dalğalanma olmalıdır. Yuxarı aşağı, təzədən yuxarı aşağı. Görək bu hansı variantlarda belədir. D variantı ümumiyyətlə səhvdir. Məsələn, gözə çarpır ki, D o deyil. Bunun dalğası aşağı gəlib sonra yuxarı gedib. Y variantı da həmçinin, C variantı da həmçinin. Bir dənə dalğa yuxarı aşağı gələn B variantı var. Cavab oldu B. Hər ehtimala qarşı aşağını da sınayaq. Burada deyək ki, ilk ikisinin cəmi üçüncü eləyəcəksə, ovallar var. Dikine vəziyyətdə ovallarda biz çəkməliyik. Hardasa belə bir şəkil olmalıdır. Həqiqətən də baxırıq B variantında şəkil o formadadır. Cavab oldu B. Mümkün qədər şəkil suallarında düzgün cavab axtarmırıq. 4 dənə səhv cavab axtarırıq. Mexaniki səhv eləməmək üçün 4 dənə variantı səhv çıxarın, düzgün cavab ortaya çıxacaq. Keçək 56-ya. 56-58 mətn sualıdır. Deyir, mətnə əsasən cavablandırın aşağıdakı sualları. Baxaq. Mətni təhlil eləyək. ABCD YF-in hərəsinin bir maşını var. 6 nəfərdirlər, hərəsinin bir maşını var. Bu maşınların üçü qara, ikisi qırmızı, biri isə yaşıl rəngdədir. Maşınların rəngləri haqqında aşağıdakılar məlumdur. Birinci bunları düzək. Bir də rəngləri yaxşı olar ki, 3 dənə qara, 2 dənə qırmızı, bir dənə də yaşıl olmaqla belə yazaq. Gözümüz görsün. ABCD YF-i düzək. A, B, C, D, Y, F. 6 nəfərdirlər. B və C-nin maşını eyni rəngdədir. B ilə C-yə eyni bir rəng yazacağıq. Bu eyni rəngdədirsə artıq yaşıl ola bilməz, düzdürmü? Deməli, B ilə C ya qaradılar, ya qırmızıdırlar. F ilə Y-nin maşınları bunlar isə fərqlidir. Eyni deyil. Bu ikisi eynidir. Plus qoyaq. Bu ikisi isə eyni deyil rəng olaraq. Deməli, ağlımızdan ehtimalları keçirək. Bir də A-nın maşını qaradır. Onu yazaq indidən. Qara. Şərtdə verib. Ehtimallar bunlardır. Əgər B ilə C-nin maşını hər ikisi qara olsa, B ilə C-nin maşını ikisi də qaradırsa, yazmayaq bunun üstündə, sadəcə təxmin olaraq ağlımızda saxlayaq. Hər ikisi qara olsa, o zaman D, Y və F üçün qalan rənglər bunlar olur. 2 qırmızı, 1 yaşıl. O zaman biz Y ilə F-ə müxtəlif olsun deyə qırmızı və yaşıl verərik. D-yə də qalar qırmızı. Və ya əksinə, B ilə C hər ikisi qırmızı olsa, desək ki, bunlar qırmızıdır ikisi də. Bu zaman əlimizdə qırmızı qalmadı. 2 qara, 1 yaşıl qaldı. Bunlar fərqli olsun deyə biri qara, biri yaşıl olacaq, D-yə isə qara qalacaq. Qısaca, BC və D-yə diqqətlə baxanda iki ehtimal daxilində çarpaz asıllıq var. Yəni B ilə C qırmızıdırsa, D qara çıxır. B ilə C qaradırsa, D qırmızı çıxır. Heç bir halda onlar yaşıl olmur. Çünki Y ilə F müxtəlifdirsə, ikisindən biri yaşıl olmalıdır. Y ilə F-dən biri. Bu ehtimalları düşünəndən sonra artıq baxa bilərik soruşulan suallara. Birinci sualda, yəni 56-cı sualda deyir ki, hansı mütləq səhvdir? Mütləq səhv o deməkdir ki, heç bir halda ödəməz. B-nin maşını qaradır. Bayaq dedik, B ilə C-nin maşını ya qaradır, ya da qırmızıdır. Qara ya da qırmızıdır. Həmçinin D-nin maşını da çarpaz yazaq da, buna qırmızı, qara yazaq belə. B-nin maşını qara ola bilir. Bunu çıxaq. D-nin maşını yaşıldır. D-nin maşını ya qırmızı, ya qaradırsa, yaşıl deyilsə, elə mütləq səhv B variantıdır. Hər ehtimala qarşı digər variantlara da baxaq. C-nin maşını qırmızıdır. Qara da ola bilər, qırmızı da. Mümkündür. F-in maşını qaradır. F ilə Y-nin maşınları. Biri yaşıldır, digəri ya qara, ya qırmızıdır. Ona görə bu da mümkündür. Y-nin maşını yaşıldır. Ola bilər, olmaya da bilər, amma mütləq səhv deyil. Cavab oldu B variantı. Baxaq 57-yə. Deyir ki, aşağıdakılardan hansı mütləq doğrudur? Yəni, bütün ehtimallar üçün doğrudur. D-nin maşını qaradır. D-nin maşını qırmızı da ola bilər. Bu mütləq doğru deyil. Y-nin maşını qaradır. Y-nin maşını qara da ola bilər, yaşıl da ola bilər, qırmızı da ola bilər. Bilinmir. F-in maşını qırmızıdır. Ola bilər, amma mütləq doğru deyil. Y və D-nin maşınları eyni rəngdədir. Y və D-nin maşınları. Bilinmir. Ola da bilər, amma bilinmir.
Y variantı deyir ki, D və C-nin maşınları fərqli rəngdədir. Biz bayaq dedik ki, BS qara olanda D qırmızı olur, BS qırmızı olanda D qara. Bu zaten o deməkdir ki, D-nin maşını həm C ilə, həm B ilə fərqli rəngdədir. Ona görə Y variantı mütləq doğrudur. D qırmızı olanda C qara olur və ya əksinə, D qara olanda C qırmızı olur. 58-ə baxaq. D-nin maşını qırmızı isə hansı mütləq səhvdir? Birinci bu şərti işlədək. Əgər D-nin maşını qırmızıdırsa, görək nələr tapırıq. D-yə qırmızı desək, bu zaman B ilə C qara olur. Qaralar bitdiyinə görə əlimizdə bir qırmızı, bir yaşıl qaldı. Y ilə F də qırmızı və yaşıl olmaqla öz aralarında yer dəyişmə eləyəcək. Deyir ki, hansı mütləq səhvdir? A variantı, E-nin maşını qırmızıdır. E-nin maşını qırmızı ola bilər, ehtimal var. B variantı, F-in maşını qaradır. F-in maşını qara ola bilərmi? Y ilə F-in maşınları ya qırmızı, ya yaşıldır. Ona görə qara olma ehtimalı yoxdur. Cavab da oldu birbaşa B variantı. Digərləri isə mütləq səhv sayılmaz. Məsələn, F-in maşını yaşıldır, ola bilər. Sonra C və Y-nin maşınları müxtəlif rənglərdədir. C-nin maşını qaradır, Y-nin maşını qara ola bilmir. Bu mütləq doğrudur. D variantı mütləq doğrudur. Bizdən mütləq səhv istəyir. F və D-nin maşınları eyni rəngdədir. F ilə D-nin maşını da qırmızı-qırmızı. Ola da bilər, olmaya da bilər. Sual altındadır. Keçək 59-cu suala. Qanuna müəyyən edib sual işarəsinin yerinə uyğun olan ədədi tapın. Buradakı qanuna nə olar? Diqqətlə baxanda, ədədlərə sadəcə ötəri olaraq baxanda daha doğrusu 11, 22. Nəsə misli var burada, 2 misli. 15-in 3 misli 45-dir. 13-ün neçəyə vursaq 91 eləyər? 7-yə. Deməli, ortadakı ədəd sol tərəfdəki ədəddən müəyyən bir asıllıqdadır, nəyəsə vurub. Və o vurduğu ədəd nədir? Yuxarıda 2-yə vurub, burada 3-ə vurub, burada isə 7-yə vurub. Bəs bu 2, 3, 7 hardan çıxdı? 13 ilə 11-in fərqi 2-dir. Deməli, burada nə iş görüb? 13-dən 11 çıxıb, yəni sağdan sola çıxıb və bunu vurub soldakına. Həmçinin aşağıda 18-dən 15 çıxacaq, eləyəcək 3, vuracaq onu birinci ədədə, oldu 45. Deməli, biz burada A və B versək, sualın həlli bu şəkildədir. B çıxılsın A, vurulsun A. Onda cavab nə olar? 24-dən 21-i çıxarıq, eləyər 3. 3-ü vurarıq birinci ədədə, 63. Yəni, D variantı. 60-cı suala keçək. Qatlanaraq kəsilmiş fiqurun açılması zamanı alınan təsviri tapın. Fiqurun 3 tərəfə qatlandığını görürük. Yəni 3 tərəfdən qatlandığını görürük. Mərkəzdəki fiquru açırıqsa, bu qədər sadə fiqurları heç variantdan axtararaq da əziyyət çəkməyib, birbaşa üstünə çəkə bilərsiniz. Yuxarıya doğru açanda bu olacaq kvadrat. Dairə sağ tərəfə keçəcək. Daha sonra ortadakı fiqur. Üstə açdığınız heç nəyə baxmayın. Ortadakı fiquru sağa açdığınızı düşünün. Bunu sağa açanda burada bir dairəyə tamamlanar. Belə bir dairə olar. Və o kvadrat kəsiyi də divar boyunca bura düşəcək. İndi təzədən yenə ortanı sola açırıq. Yuxarı və sağla işimiz yoxdur. Sırf ortanı sola açanda o yuxarıdakı kvadrat kəsiyi bu divara düşər. Bu xəttə nəzərən simmetriya yaradırıq. Dairə isə aşağıya düşər. İndi variant çıxdaş eləyək. 4 variantı səhv çıxarmağa çalışaq. Məsələn, deyək ki, A variantının altında belə bir dairə var, bizdə yoxdur. Getdi. Sonra baxaq ki, məsələn, divara, sağ divarında nə var? Yox, sağ divarda yox. Sol divarda var. Sol divarında kvadrat kəsiyi yoxdur deyə Y variantı gedər. Burada bir kvadrat olmalıydı. Həmçinin sol divarın yuxarı tərəfində kəsik olmamalıdır. Amma C variantında kəsik var. Qaldıq B ilə D arasında. B ilə D arasında da dairəyə görə fərq var. Bizim orta tərəfdə, üçbucağımızın solunda dairə kəsiyi yoxdur. Ona görə B variantı da səhvdir. Cavab oldu D variantı. Keçək 61-ci suala. Yenə bir qeyri-aşkar operator sualıdır. 2 ilə 6-dan 22 alıb, 7 ilə 5-dən 45 alıb. Burada biraz ipucu ola bilər nə? 1 ilə 1-dən 7 almağı. Əsasən, hansı tip suallarda olur? 2 dənə kiçik ədəddən böyük ədəd almaq. X vurulsun A, plus minus Y vurulsun B. Bu kombinasiyalı, bu formalı qeyri-aşkar operator suallarında olur. Burada da 1 üstəgəl 1 7 eləməz. Deməli, bunlardan toplamda 7-dən götürüb. Məsələn, 3 vur A üstəgəl 4 vur B və ya 6 vur A üstəgəl B. Bu tipli bir ifadədir. Tənliklər sistemi ilə həll eləsək cavabı çıxar, amma gəlin birbaşa tapmağa çalışaq başda. 7 ilə 5-in neçə misli ilə neçə mislinin cəmi 45 eləyər. Sağdakın deməli, tək ədəd vuraq desək, 5, 10, 15 götürəndə 35. Sol tərəfin 5 misli, 5A, 35 eləyər. Sağ tərəfində 2 misli, cüt misildən. 5A plus 2B. Hamısı üçün ödəyirmi? Bütün nümunələrdə ödəməlidir bu. Aşağıda zaten ödəyir, yuxarı baxaq. 2-nin 5 misli 10 eləyər, 6-nın 2 misli 12 eləyər. Toplayanda 22 elədi, ödədi.
Bəs bu sualları tənliklər sistemi ilə necə həll edirik? Əgər qeyri-aşkar operator sualında, ümumiyyətlə qeyri-aşkar suallar oturub düşünmə tələb edən suallardır, birbaşa tapılmır həmişə. Qeyri-aşkar operatorda sualdan neçəsə mislinin cəmi olmağı və ya fərqi olmağına görə şübhələndinizsə, bu tipli sualda tənliklər sistemi qura bilərsiniz. Məsələn, 2 dənə rahat tənlik götürək, bundan bu olsun. Yuxarıdan tənliklər sistemi belə çıxır. 2x plus 6y bərabər 22. 2x plus 6y bərabərdir 22. Aşağıdan da x üstəgəl y bərabərdir 7. Niyə bu ikisini götürdüm? Çünki 7x plus 5y bərabər 45-i yazmaq o tənliklər sistemini həll edəndə həm yuxarını, həm aşağını nəyəsə vurmağı tələb edəcək. Biraz əziyyətli olacaq. Bu isə daha rahatdır. Aşağıdakı tənliyi 2-yə vuraq. Alınacaq tənliklər sistemindən nə? Aşağı oldu 2x plus 2y bərabərdir 14. Yuxarı isə oldu, olduğu kimi qalsın 2x plus 6y bərabər 22. Tərəf-tərəfə çıxsaq x yoxa çıxar. Yuxarıdan aşağını çıxaq, x getdi. 6y-dən 2y çıxanda 4y bərabərdir 22 çıx 14, yəni 8. Onda y bərabər 2. Burada tapdığınız y-i 2-ni aparıb yerinə qoyanda x-i də 5 tapdıqmı? Bu tapdığımız 5 və 2 əmsallardır. Deməli biz birinci ədədi 5-ə vurmuşuq. Axı 2 vur x plus 6 vur y yazmışıq. Birinci ədədi 5-ə, ikinci ədədi 2-yə vurmuşuq. Artıq sualın cavabının 5a plus 2b olmağı tapıldı. Cavabı alaq keçək. 8 vur 5 eləyər 40, 4 vur 2 eləyər 8. Toplayanda eləyər 48. Cavab olduğu A variantı. Keçək 62-ci suala. Şəkil sualıdır, baxaq. Deyir ki, qanuna uyğunluğu müəyyən edib sual işarəsinin əvəzinə uyğun variantı seçin. Buradakı qanuna uyğunluq sağ tərəfdəki bu paxlava şəklinin, romb şəklinin deyək, bir-bir sola gəlməsidir. Bir vahid sola gəlib, təzədən bir vahid gələr. Biz bu şəkli tapmalıyıq. Növbəti bir vahiddə də gəlib ən axıra. Bəli. Deməli, bu bir-bir sola sürüşür. Onda axtardığımız variantda bu hissədə olmalıdır. Axtardığımız variantda həmin orta hissədə olmalıdır. İndi keçək yuxarıdakı və sol aşağıdakı üç bucaqlara baxmağa. Bu üç bucaq bir vahid aşağı sürüşüb, özdə baş aşağı. Yəni, qısaca altındakı üç bucaq qaralanıb. Keçdi aşağıya. Təzədən bir vahid keçib növbəti şəkildə burada olmalıdır. Ondan sonraki bir vahid də keçəndə bəli, düşüb ən aşağıya. Həmçinin aşağıdakı üç bucaq bir-bir yuxarı qalxır. Bir dənə yuxarı qalxıb olub burada. Növbəti bizə lazım olan şəkildə olacaq burada. Və burada da ən üstə qalxıb. Deməli, bu bir-bir aşağı düşdü, bu bir-bir yuxarı qalxdı, bu isə sola doğru getdi. Alınan şəkildə üzərində çəkmişik. Hansı variantdır? B variantıdır. Keçək növbəti suala. 63. Yenə şəkil sualı. Qanuna uyğunluğu müəyyən edib, sual işarəsinin yerinə uyğun olan variantı seçsin. Bu suallara tək-tək baxmaq lazım, hər birinə. Məsələn, qara rəng. Sol üstədir, keçdi sağ üstə. Deməli, sağa doğru yer dəyişmə. Sonra aşağıya düşdü. Növbəti hər halda sola gedər, çünki divar boyu hərəkət edir. Sol aşağısı qara olmayan variantı çıxın. Bir dənə B variantı gedir, qaranın yeri səhvdir. İndi baxaq digər bir hər hansı fiqura, məsələn, ağ dairəyə. Ağ dairə birinci şəkildən ikinciyə 2 vahid yer dəyişmə edib, saat əqrəbinin əksinə fırlanır. 2 vahid yer dəyişmə elədi. Yenə 2 vahid. Növbəti ağ dairə, yəni günəş deyək də buna. 2 vahid hərəkət edəndə təpədə burada olacaq. Alınan şəkildə təpədə günəş olmayan variantları silin. Bir dənə D variantı gedir. Qaldıq A, C və Y variantları arasında. İndi məsələn baxaq qara günəş fiquruna. Bu qara fiqur birinci şəkildə aşağıdadır. İkinci şəkildə yoxdursa, böyük ehtimal tünd qaranın arxasında qalıb. Neçə vahid hərəkət edir ora qədər? 1, 2, 3. 3 vahid hərəkət edib və burada görünmür hal-hazırda. Yenə 3 vahid hərəkət etsə 1, 2, 3 gəlib bura. Deməli, düz təxmin eləmişik. Növbəti 3 vahid hərəkətdə 1, 2, 3 sağ aşağıda olmalıdır. Sağ aşağıda olmadığına görə A variantı da getdi. Qaldı C və Y variantları. Nəhayət son fiqur ulduza görə baxaq. Ulduz şəkli birincidə buradadır. Hara gedib? Tam çarpaza. Qarşı tərəfə keçib. Təzədən bir dənə də çarpaza qayıdıb. Növbəti şəkildə yenə çarpaza qaydar deyə sol aşağıda ulduz olmalıdır. Amma C variantında səhv yerdədir. Y-də isə sol aşağıdadır, sadəcə görünmür. Cavab olduğu Y variantı. Keçək 64-ə. Mətnin təhlili sualıdır. Baxaq. S, T, U, Y və Z adlı 6 nəfər şəxsdir. Evləri eyni bir qəsəbədədir. Bu şəxslərin evlərinin yeri haqqında aşağıdakılar məlumdur. Həm biz burada şimal, cənub, şərq, qərb işlədirik. Bilməliyik ki, şimal yuxarı ox, cənub aşağı, şərq sağa, qərb sola. Bu formada işləniləcək. Şimal, cənub, şərq, qərblə. S-in evi Z-nin evindən 20 metr qərbdədir, yəni soldadır. S-in evi Z-dən soldadır, özdə 20 metr. Metr bizə lazım olmayacaq bu test üçün, amma
yazıb sadəcə. S Z-nin 20 metr solunda. T-nin evi Y-nin evindən 20 metr qərbdə. Yəni T Y-dən 20 metr soldadır. Birazdan bunların bir-birinə nəzərən mövqeyini dəyişəcəyik, amma bu dəyişməz. Qutu formasında saxlayaq bunları. V-nin evi U-nun evindən 20 metr qərbdədir. V də U-dan 20 metr soldadır qərbdə. İndi deyək ki, T-nin evi V-nin evindən şimaldadır. Qaldırıb T-ni V-nin şimalına qoymaq lazımdır, amma zaten şimalına çəkmişik. Ona görə problem yoxdur. Baxaq, T V-nin həqiqətən də üstündədir, şimalındadır. Daha sonra Y-nin evi Z-nin cənubundadır, yəni aşağısında. Y də Z-nin cənubundadır. Deməli, bunu da dəyişməyə ehtiyac qalmadı. Elə düz çəkmişik. Bu formadadır. Mətnə əsasən S-in evi U-ya nəzərən hansı istiqamətdədir? S buradadır, U buradadır. Deyəcəyik ki, S-in evi şimal-qərbdədir. Düzdürmü? Yuxarı sol olur şimal-qərb. Bu tam olaraq 45 dərəcə olmaq məcburiyyətində deyil. Zaten bu sual üçün əgər məsafələr 20 metr 20 metrdirsə, deyək ki, bura 2x, bura x olanda bucaq nə edir? Qarşı katet tangens 2, arktangens 2 kimi qəribə bir bucaq alırıq. Yəni, bucaq tam 45 olmalı deyil. Əsas məsələ odur ki, iki nöqtədən biri digərinin yuxarısında və soluna düşürsə, biz buna istiqamət olaraq şimal-qərb deyəcəyik. Tam 45 olmasa da. Cavab olar Y variantı. Keçək 65-ci suala. 65 xətlər bölməsinə aid olan sualdır. Xətlərin də qaydasını bilirik ki, ilk ikisinin arada toplama işarəsi varsa cəmi, burada bərabər işarəsidir, 3 xətli bərabər. Sağ tərəfdəki ikisinin cəminə bərabər olmalı. Və mümkün qədər biz burada nəyə çalışırıq? Təkrar xətlər işlətməməyə. Bu testdə ən səliqəli işləmə metodu üzərində çəkməkdən daha səliqəli olan bir metod var ki, o da variant çıxdaşı iləndir. Başlayaq variant çıxdaşı ilə bunu işləməyə. A və B variantlarına baxıb aradakı tək bir fərqi tapaq. A və B arasındakı tək bir fərq bəs eləyər bizə. Məsələn, deyək ki, bu sol tərəfdəki düz xət. Birində var, birində yoxdur. Sual veririk. Bu xət burada olmalıdırmı? Baxaq, birincidə elə bir xət yoxdur solda. İkincidə var. Deməli, toplamında olacaq. Üçüncüdə yoxdursa, o xəttə ehtiyac varmı? Bəli. Çünki birincidə yoxdur, ikincidə var, üçüncüdə yoxdur, dördüncüdə olması şərtdir. Olması şərtdirsə, o xəttin olmadığı variantları çıxa bilərik. Çıxaq o xəttin olmadığı variantları, elə deyəsən birbaşa cavab B variantı qalır, eləmi? Yəni, bu xətt orada olmalıdır. Birincidə yoxdur, ikincidə var, üçüncüdə yoxdursa, dördüncüdə olmalıdır və sol aşağısında xətt olan tək variant B-dir. Digər heç bir variantda o xəttdən yoxdur. Birbaşa cavab çıxdı. 66-cı suala baxaq. 66-da aşağıdakılardan hansı verilmiş kubun digər görünüşü ola bilər? Kubun bütün üzvləri müxtəlifdir. Bu şərt nə vaxt verilir? Əgər sizə verilən nümunələrdə kubun üzvlərindən 6-sını da verməyibsə, 5-ini və ya 4-ünü veribsə, yəni 6-sı da verilməyibsə, kubun bütün üzvləri müxtəlifdir deyir. Ki biz bilək ki 6-dan bir dənədir, 4-dən bir dənədir və s. hər şeydən bir dənədir. Birinci verilən üzvlərdən istifadə edib açılış çəkək. Kubun açılışını aşağıdan buradan çəkək. 4 dənəsi bir-birinə bitişik, birini yuxarıda, birini aşağıda çəkək. Və yaxşı olar ki, çox fırlatma eləməyək deyə, qarışıqlıq düşməsin deyə, ən çox işlənən rəqəmi, baxırıq ki, kubların hər üçündə məsələn 2 var. Mənim gözümə ən çox burada 2 çarpır. Onu mərkəzə qoyun ki, hər şeyi ona nəzərən edək. Olmasa fərq etməz, istənilən birindən başlamaq olar. Amma ən yaxşısı elə çoxluq təşkil edəndə 2. 2-nin solunda 6 olanda yuxarısında 4 var. Birinci şəkildən görürük bunu. 2-nin soluna 6 çəkirik. Eyni ilə olduğu kimi 6 biraz şübhəlidir. Dik vəziyyətdə də ola bilir, yan vəziyyətdə də. Burada 2-nin solunda 6 dişinə dayanıb. Çəkdik. Yuxarısında 4. 4-ü də bura qoyduq. İndi baxaq ikinci kuba. 2-nin yuxarısı 4 olanda, hansı ki bizdə elədir. Sağında 3 gəlir və 3 sol altdan sağ üstə doğru düzülüb belə. Oldu 3. Daha sonra baxaq 3-cü kuba. 2-nin sağında 3 olanda, 2-nin sağı 3 olanda aşağısı 5-dir. 2-nin sağı 3, aşağısı 5-dir. Son xana isə, düzdür, siz düşünə bilərsiniz ki, bu zər məntiqi ilə burada da 1 olacaq, amma burada sual işarəsi qoymaq lazımdır. Çünki 1 də ola bilər, hər hansı bir şey ola bilər. Zaten bu ideal zər deyil, düzdürmü? İdeal zər və ya standart zər və ya nərd zəri. Bu cümlələri görəndə bilməliyik ki, qarşı üzlərin cəmi 7 olur. Yəni 6-nın qarşı üzü 3 yox, 1 olmalıydı. Əgər bu şəkildə qarşı üzlərin cəmi eyni deyilsə, bu standart bir zər açılışı deyil. Sadəcə 6, 3, 4, 5, 2 və indi variantdan görürük ki, 1-dir. Qarşı-qarşıya qoyulub. Sual işarəsi qoyaq. Əsas odur ki, bu bir üzlərin təkrarı olmasın. Üzlər müxtəlif olmalı.
Baxaq görək hansı variant ödəyir. Birinci yaxşı olar ki, bu tipli açılışlarda 5-in tapmısınızsa, qarşı üzlər qonşu olmaz qaydasını işlədəsiniz. Burada qarşı üzlər 6 ilə 3-dür, 4 ilə 5-dir. Bir də 2 ilə verilməmiş üz, sual işarəsi qoyaq, verilməmiş hər hansı bir üzdür. 6 və 3-ün eyni anda göründüyü versiyaları silək. 6 və 3 A variantı getdi. Həm 6, həm 3 qarşı üzlər qonşu olmaz. Başqa varmı? 6 və 3 dəymir gözümə. Keçək 4 və 5-ə. 4 və 5 həm B variantında var, həm də D variantında var. Qarşı üzlər qonşu olmaz. Bunlar da getdi. Bir də 2 ilə sual işarəsi, 2 ilə 1. 2 ilə 1 də qarşı üzdür deyə qonşu olmaz. Bunlar da getdi. Cavab qaldı C. İndi C-nin doğruluğunu yoxlayaq. 2-nin sağı 6 olanda yuxarısı 5-dirmi? Açılışa baxırıq. 2-nin baş aşağı baxmalıyıq buna. Sağına 6 düşəndə elə baxaq ki, 2-nin sağı 6 olsun. 2-nin sağı 6 olanda yuxarısı bəli 5-dir. Cavab oldu C variantı. Keçək indi 67-ci suala. Verilmiş şəkildə düzbucaqlıların sayını tapın. Yaxınlaşdıraq, başlayaq saymağa. Bunu yaxşı olar ki, Paint üzərində sayaq. Keçirdək bunu Paint proqramına. Əllə və ya şifahi şəkildə belə saymaq olur. Düzbucaqlı sayanda nəyə diqqət eləyək? Əvvəla burada belə bir düzbucaqlı görmürük də. Hər nə qədər bu da düzbucaqlı olsa da, hamısı deyək ki, yerə paralel vəziyyətdə bu formada verilmiş düzbucaqlılardır. Ona görə divarlara görə saymaq yaxşı olar. Deyək ki, düzbucaqlının sol divarını nəzərə alaraq, məsələn, bütün düzbucaqları sayaq. Birinci bu divardan gedək. Sol tərəfi bu çəkdiyim xətt olan neçə dənə düzbucaqlı var? Bu 1, bu 2, bu 3, bu da 4. Onda deyəcəyik ki, bu xəttin böyrünə 4 yazırıq. Sol tərəfi, sol divarı bu xəttdə olan 4 dənə düzbucaqlı mümkündür. İndi keçək içəri xəttə, digər xəttə. Bu xəttə parça-parça baxacağıq. Bu ayrı bir xəttdir, bu ayrı 1 sm uzunluqlu xəttlər kimi, sonra 2 sm uzunluqlu xəttlər kimi baxacağıq, sonra 3 baxacağıq, deyək 3 budur və nəhayət 4 bütöv xətt kimi baxacağıq, ayrı-ayrı. Sol tərəfi bu xəttdə olan neçə düzbucaqlı var? Bu 1, bu da 2. Yazdıq bura 2 dənə. Belə yazaq. Sol tərəfi bu xəttdə olan neçə dənə var? 1, 2 və 3 yoxdur. Burası yoxdur deyə 3 yoxdur. Elə bu da 2 dənədir. Sol tərəfi bu olan 1 var, 2 var, 3 yenə yoxdur. 2 yazırıq. Sol tərəfi bu olan isə sadəcə 1 dənə var. Yazdıq bura 1. İndi keçək xətti böyütməyə. 2 xətt kimi yanaşaq buna. 2 xəttli. 1, bir də elə 1, 2 yoxdur. Sadəcə 1. Daha sonra bu 2 xəttə bütöv baxaq. 1, 2 və 3. Burada 3 dənə oldu. Bir də bu 1-2 xəttə baxaq. Bu xəttə baxaq. Bunun da sadəcə 1 dənə var idi. Qarışıqlıq düşməsin deyə bunları toplayaq hələ ki. 4, deməli 7, 11 və burada da 5, 16. Hələ ki 16 dənəsini 2 xəttlər daxil yazmışıq. Qırağa 16 yazıram. İndi 3 xəttli kimi baxaq buna. 3 xəttli kimi 1 və 2 dənə var. Aşağıda da 3 xəttli kimi baxanda 1 dənə var. Oldu 3 dənə. İndi 4 xəttli kimi yanaşaq buna, bütöv. Bütöv isə sol tərəfi bu olan cəmi 1 dənə fiqur var. Bu da oldu 1. Daha sonra keçək içəri xəttə, bu xəttə. Buna da 3 cür baxacağıq. Bu xətt kimi, bu xətt kimi, bir də bütöv. 1 santimetrlik xətt kimi baxsaq, solu bu olan neçə dənə düzbucağı var? 1 dənə. Yəni bu olmaz artıq, qırağı boşdur. 1 dənə. Solu bu olan yenə 1 dənə. Bir də bütöv solu bu olan 1, 2 dənə. 1 üstəgəl 1 üstəgəl 2 oldu. 4 dənə də bu xəttə nəzərən var. Keçdik digər xəttə. Buna 1 sm kimi yanaşsaq, 1. Burada yoxdur. Burada da yoxdur. Divarı bu olan. Deməli 1 dənə. İndi 2 xətt kimi baxsaq, yoxdur. Amma burada var. 1. Bir də 3 xətt kimi baxa bilirik belə. Bu da 1. Toplayaq bunların hamısını. 16, 3, 1 elədi 20. Bu tərəfdə 7. 27. Cavab oldu 27 ədəd düzbucaqlı. Sol divarları nəzərə alaraq sayanda heç nə itirmirik. Cavab olur C variantı. 67C. Keçdik 68-ə. Ardıcıllıq sualıdır. Qanuna uyğunluğu müəyyən edib sual işarəsinin yerinə uyğun olan ədədi tapın. Əgər Rum rəqəmləri verməyibsə, birinci sıra, ikinci sıra və ya yuxarıdan 1, 2, 3, 4 yazmayıbsa, biz bu sıralara 3 cür baxa bilərik. Ya sətr üzrə, ya sütun üzrə, ya da çarpaz. Çarpaz dediyimizdə, məsələn, 26 ilə 39, sonra 81, sonra 14, sonra 42 belə əlaqələndirilib. Bu sual tipində isə baxacağımız, həllə uyğun baxacağımız forma sütun üzrədir. 26-dan 19 alıb, 66-dan 39, 81-dən 44. Necə? Birinci rəqəmin
yarısını yazır. 2'nin yarısı 1. İkinci rəqəmin isə üstünə 3 gəlir. Yəni A bölü 2, bir də B plus 3. Baxaq, 66-da birinci 6-nın yarısı 3-dür. Digər 6-nın da üstünə 3 gəlib 9. 8-i bölüb 2-yə 4, 1-in üstünə 3 gəlib 4. 2-ni bölüb 2-yə 1, 1-in üstünə 3 gəlib 4. Biz də deyəcəyik ki, 42-dən nə alınar? 4-ün yarısı 2, 2 üstə gəlir 3, 5. Cavab oldu 25, yəni C variantı. Keçək 69-a. Hərflərin yerinə uyğun gələn rəqəmləri tapın. Burada dairəvi olaraq biz bilməliyik ki, kubun açılışı üçün də bu keçərlidir, digər prizmalar üçün də keçərlidir. Üzləri təkrarlaya bilərik. Bu nöqtə bu nöqtəyə gedib arxada birləşirdi ya, bunun başına fırlananda. Olduğu kimi köçürmə eləyə bilərik. Məsələn, qara dairəni buradan qoparıb, olduğu formada bura köçürə bilərik. Qara dairədən sonra nə gəlir? Ağ kvadratı qoparıb, olduğu kimi bura köçürə bilərik və s. Bir neçə köçürmə eləyək ki, işimiz rahat olsun. Daha sonra yayğın səhv nədir? Rəqəmləri düzəndə tərəflərin üzərinə düzmək. Tərəfə yox, bu rəqəmlər baxırıq ki, tillərə baxır. Bu tilə 6 yazılıb, digər tilə 5 yazılıbsa, növbəti tilin üstünə bura. Biz götürüb 4 yazacağıq. Dairəvi fırlanaq burada. 4-dən sonra 3 gəlir, 3-dən sonra 2 gəlir, 2-dən sonra 1 yazdıq belə. İndi baxırıq ki, F hərfi, F-dan qabaq nəyi tapaq? Bu qara ulduzla qara dairənin ortasındakı tili. Qara ulduzla qara dairənin ortasındakı tilə 3 yazılıb. İndi qara ulduzun sağı 3-dürsə solu nədir? Sağı 3, solu 4 yazmışıq. F oldu 4. 4, 3, 2, 1 olduğu kimi düzək. 4, 3, 2, bu da 1. Bu da qara dairədən sonra dediyi ağ kvadrat olacaq. Deməli, F hərfi 4 oldu, Z hərfi 1 oldu. Davam eləsəniz 4, 3, 2, 1, 6, 5 belə yazılar. 4 ilə 1 cavab oldu B variantı. Keçək 70-ci suala. Hərf sırası pozulmuş 5 sözdən 4-ü müəyyən əlamətə görə oxşardır. Yenə bir anagram sualıdır. Sözləri tapaq, bu kömürdür. Bu da rahat görünür, dizeldir. Digər artıq 2 dənə oxşar kateqoriya nəsə tapdınızsa, ağlınıza yanacaqlar gəlməlidir. Bu olacaq benzin. Bu isə kerosin düzəlirmi? Kerosin. Başqa nə yanacaqlar bilirik? Benzin, kerosin, qazoil var, liqroin var məsələn, düzdürmü? Mazut var. Hamısını düşünəndə məsələn mazut benzinin distilləsindən qalan tullantıdır. Birinci növ distillədən. İkinci distillədən qalan qalığın isə adı qudron idi. Bu da testlərdə düşür. Deyək ki, vazelin istehsalında falan istehsal olunur. İstifadə olunur daha doğrusu. Mazutu da bilirik, qaraldıcı olaraq işlənir. Yanacaq sözü də D variantıdır. Yanacaq. Benzin, dizel, kerosin və kömür 4 dənə yanacaq növü və onları birləşdirib ümumiləşdirən bir dənə yanacaq sözü var. Digərlərin növ, bu isə ümumiləşdirici sözdür deyə cavab olur D variantı, yanacaq. 71-ə keçək. Şifrə sualıdır. Şifrələri çözməyin rahat qaydası nə idi? Şifrələri çözəndə deyirik ki, bütün hərfləri bir-bir tapmaq əvəzinə sadəcə soruşulan hərfləri axtaraq. Məsələn, sual işarəsindən qabaq B1 görürük. B1 o deməkdir ki, bizim söz hər nədirsə, 5 dənə hərf var, 5 dənə xətt çəkək belə. Söz hər nədirsə, birinci hərfi B ilə kodlaşdırılıb. Yuxarıdan başqa B tapaq, məsələn, burada B3 var. Deməli, bu sözün də 3-cü hərfi B ilə kodlaşdırılıb. Futbolun 3-cü hərfi T-dir. Onda bizim sözün də birinci hərfi T olacaq. T-nı yazan kimi sürətli işləmək üçün variantlara baxın. Variantlardan 3-ü getdi. Sözümüz T ilə başlayır. Ya Turan, ya Tufandır. Əslində, ikinci hərfi tapmaq bizə heç nəyi qazandırmaz. U hərfi zaten eynidir. Amma yenə də tapaq. Deyək O2. Bizim sözün ikinci hərfi O'dur. Məsələn, burada O5 görürəm. Bu sözün də 5-ci hərfi O'dur. Solğunun 5-cisi U'dur. Və ya yuxarıda O2 var. Futbolun ikincisi U'dur. Deməli, O hərfi U'nun şifrəsidir. O zaman ikinci şifrəmiz U oldu. İndi 3-ə baxaq. Çünki Turanla Tufanda 4 ilə 5 də eynidir. A-nı. Əsas üçüncüdür. Ya R, ya F. Görək hansıdır? V3 yazmışıq. Bizim sözün üçüncü hərfi V ilə kodlaşdırılıb. Yuxarıda V varmı? Yuxarıdakı 3 nümunənin heç birində V görmürük. Bu o deməkdir ki, bizim sözün üçüncü hərfi elə bir hərfdir ki, həmin hərf nə futbol, nə solğun, nə cavanlıq sözlərində işlənməməlidir. R yoxsa F, hansı uyğundur? Futbolda F var. Deməli, cavab oldu Turan. Niyə? Çünki futboldakı F T1 yazıb, düzdürmü? Görürük ki, birinci hərfin F-nın şifrəsi T-dir. Əgər bizim söz Tufan olsaydı, burada T1 yox, nə yazardı məsələn bizdə? T3. Amma V3 yazıbsa, bu başqa bir hərfin, yəni R hərfinin şifrəsidir. Turan. Keçək 72-yə.
3 rəqəmli ədəddən 2 rəqəmli ədəddən 1 rəqəmli ədəd alıb. Əsasən bunlara ədəd yox, rəqəm kimi baxırıq. 7, 4 və 1 kimi baxaq məsələn. 7, 4, 1 toplayanda edir 12. 12-dən 7 bura 5 eləməlidir. Hasili 5-dir bunun da. 5 vur 1 eləyər 5. Deməli, birinci tərəfin operatordan solun rəqəmləri cəmindən çıxırıq ikinci tərəfin rəqəmləri hasilini. 7, 4, 1 elədi 12, 5 vur 1 isə elədi 5. Fərq eləyər 7. Yoxlayaq. 8, 4, 7. Toplayanda eləyir 19. 4 vur 4 isə eləyir 16. 19 çıx 16 həqiqətən də 3 verdi. İndi cavabı alaq. 4, 9, 2. Toplayanda nə eləyər? 15. 4 vur 3 nə eləyər? 12. Birincinin rəqəmləri cəmindən ikincinin rəqəmləri hasilini çıxırıq. Cavab eləyir Y variantı. 3. 73-ə baxaq. Kitabın səhifələrini 1-dən 173-ə qədər nömrələdikdə cəmi neçə rəqəmindən istifadə olunur? Ümumiyyətlə, bütün rəqəmlərin sayı soruşulanda 1-dən neçəyəsə qədər bütün rəqəmlərin sayı. Onun düsturu var idi. 2 rəqəmli ədədə qədər, məsələn, desəydi 1-dən 65-ə qədər, bu zaman düstur 2-ən çıx 9-dur. Yəni, səhifə sayı, nömrə sayı hər nədirsə, ora n deyirik. 2-ən çıx 9. 3 rəqəmli ədədə qədər 3-ən çıx 108. Çox da istifadə olunmasa da 4 rəqəmli ədədə qədər də yazaq. 4-ən çıx 1107. Bunun da rahat tapılma yolunu deyək ki, unutmayaq. Sonra 2-ən çıx 9-dan sonrasını belə əzbərləmək olar. 3-ən çıx bu 108 hardan gəlir? 108 9 üstəgəl 99-dur. Yəni 1 9 üstəgəl 2 9 belə düşünək. 1107 nədir? 9 üstəgəl 99 üstəgəl 999. Deməli, 5 rəqəmli ədədə qədər, məsələn, 1-dən 55.356-ya qədər desək ki, neçə rəqəm var? 5 rəqəmli olanda da düstur olar. 5-ən çıx 9, 99, 999, 9999 onların cəmi. Amma əsasən burada işlənir ən çox 2-ən çıx 9, bir də 3-ən çıx 108. Biz də 3 rəqəmli ədəd dediyi üçün 3-ən çıx 108-i istifadə edək. Deyək ki, bir 3 vurulsun 173, n-in yerinə bunu qoyduq. Çıx 108. Bu da eləyər 519 çıx 108, yəni 411. Cavab oldu Y variantı. 74-ə baxaq. 4 yerə qatlanmış vərəqdə kəsiklər edilib, fikrən vərəqi açın, vərəqin qatlanıb kəsilməsi sualıdır və uyğun olan variantı seçin. Yenə də şəkil sualı gördüksə, düzgün cavabı yox, 4 dənə səhv cavabı axtarırıq. Şəkil əvvəl qırıq xətlər göstərir ki, soldan sağa doğru belə bir qatlanış edib, daha sonra da qırıq xətlər göstərir ki, yuxarıdan aşağıya qatlanıb. Deməli, yekun alınan şəkil başlanğıc şəklin sağ aşağısıdır. Bunu gördük. Sağa və aşağı qatlanıbsa, sağ aşağıdadır. Bu sağ aşağıdakı şəklin orijinal forması dəyişməməlidir. Yəni, necə veribsə, olduğu kimi bunu çəkdim bura. Görək, neçə dənə variantda bu belə deyil. Məsələn, D variantında çıxıntını səhv verib. D variantında çıxıntı burada olmalıydı, ortada verib. Həmçinin Y variantında səhv verib. Bu ikisini çıxaq. A variantında düzdür, deyək ki, B variantında da düzdür, C variantında da düzdür. İndi simmetriyaya baxaq. Simmetriyaya görə bu xət yuxarıya belə mi açılardı? Xeyr, belə açılmalıydı. A variantı getdi. B variantında o xət düz açılıb, amma bu xət sol tərəfə belə mi açılardı? Yox, belə açılmalıydı. Yəni, eyni ilə C variantındakı kimi. Cavab oldu C, B də səhvdir. Keçək digər suala. 75. Tərəzidə hər fiqur müxtəlif rəqəm işarə edir. Sual işarəsinin əvəzinə uyğun olan variantı seçin deyir. Birinci burada hər fiqur müxtəlif rəqəmi işarə edirsə, yəni rəqəmdirsə, 1-9 aralığından çıxmamalıyıq. Ədəd sınayaq. Burada 1-3, 2-6, 3-9 ola bilər. Üçbucağın kiçik bir ədəd olduğunu görürük. Dairədən kiçikdir. Deməli, balaca bir qiymət verməliyik. Məsələn, 1 verək. Rombumuz 1 olsa, üçbucağımız 3 olur. 3-dən daha böyük dairəyə nə verə bilərik? 4, 5, 6 hər hansı bir şey. Amma dairəyə 5 və ya 6 və ya daha böyük bir şey verə bilmirik. Çünki dairə 5 olsa, 5, 5, kvadrat gedir 10 olur. Amma olmaz. Ona görə biz dairəyə 4 verəcəyik. Yenə də ən kiçik qiyməti, mümkün olan ən kiçik qiyməti 4-dür. Dairə 4 olanda 8, kvadrat çıxdı 8. Bunu tapandan sonra sual işarəsinə baxaq. Düşünə bilərik ki, əgər sadəcə yükləri versəydi, bu tərəzi o deməkdir ki, yuxarıda tarazlıq yaransın. Amma baxırıq ki, bəzi variantlar taraz deyil. Deməli, sadəcə sual işarəsi kimi yanaşacaq buna. Hər hansı bir şey, yəni bu qiymətləri ödəyən hər hansı bir şey. Qoyaq qiymətləri yerinə. Kvadrat 8, bu 1, 1, 1, 3 bucaqsa 3. 8 həqiqətən də 6-dan ağırdımı? Düzdür. O ödədi. Yəni, cavab A variantıdır. Amma digər variantlara da mütləq baxaq. Çünki bir dənə də taraz variant görsək, cavabı taraz variant götürərik. Axı, burada tarazlıq verib. Baxaq B variantına. Zaten hər fiqur müxtəlif rəqəmdirsə, B variantı indidən səhvdir. İki fərqli rəqəm necə bir-birinə bərabər olsun?
Qiymətlərini də verəndə 4 8-ə bərabər deyil. Burada 1 tək başına 8 üstəgəl 3 11-ə bərabər ola bilməz. D variantında 2 dənə dairə 4 4-dür, bu isə 1-dir. 1 8-dən ağırdımı? Xeyr. Y variantında kvadrat 8 idi, bunlar isə 1 ilə 4-dür. 8 1 üstəgəl 4-dən ağırdımı? Daha doğrusu bərabərdirmi? Xeyr. Cavab oldu A variantı. Baxmayaraq ki, taraz olmayan tərəzi verib, cavab oldu A variantı. 75-dən sonra keçək 76-ya. Telin bir ucundan 7-də 2 hissəsi kəsilərsə, orta nöqtəsi 30 sm yerini dəyişər. Telin uzunluğu nə qədərdir? Əvvəla, tel kəsmə məsələsi ilə bağlı bunu əzbərə bilsəniz çox yaxşı olar ki, telin uzundan neçə santimetr kəsirsənsə, mərkəz onun yarısı qədər azalır. Məsələn, x santimetr kəsdinsə, mərkəz onun yarısı qədər, x bölü 2 uzaqlaşacaq. Yəni, mərkəzi nöqtə, orta nöqtə yarısı qədər. 60 kəsmisənsə 30 uzaqlaşar. Buna görə sürətli bir şəkildə cavab ala bilərik. Amma tutaq ki, bu metodu bilmirik. Bilmədən necə işləyərik? Deyərik ki, bizim telin 7-də 2-si kəsilib, düzdürmü? Teli çəkirik. Telin uzunluğuna deyək 7x. Bunun başlanğıcda kəsilmədən öncə mərkəzi nöqtəsi buradadır. Sağdan və soldan 3.5x-lik məsafəyə mərkəzi nöqtə deyəcəyik. İndi deyir ki, 2x-in kəsdik. Buradan 2x hissəni kəsib atdıq. Qaldı mı 5x? 5x-in mərkəzi hara düşür? 2,5x-ə. Yəni bura. 2,5x. Onda mərkəzi nöqtə bayaq 3,5x-də idi sağdan. İndi 2,5. Nə qədər sürüşdü? Yerini nə qədər dəyişdi? X vahid. Və deyir ki, kəsəndən sonra orta nöqtəsi 30 sm dəyişib. Yəni x 30-dur. X 30-dursa, bütün tel 7x-dirsə tapın. X bərabər 30 olanda 7x nə eləyər? 210 eləyər. Cavab oldu B variantı. Bayaq dediyimiz sürətli tapma üsulu da belə olacaqdır. Baxan kimi deyirik ki, orta nöqtə 30 dəyişibsə, deməli biz 60 kəsmişik bunun 2 mislini. 7-də 2-si 60-dır. 2x bərabər 60 olarsa 7x bərabərdir sual. Yəni tək bir bu tənli ilə də cavabı almaq olur ki, 210-dur. Keçək 77-yə. Anaqramı həll edərək uyğun olan variantı seçin. Burada iç-içə sualdır. Həm anaqram, həm analogiya var. Sözləri düzəldəndə fizika sözü çıxır. Buradan isə qüvvə. Yəni fizika elminin, deyək ki, terminlərindən biri qüvvədir. Aşağıda isə həndəsə sözü çıxır. Həndəsə termini tapmalıyıq. Bütün variantlara baxanda, məsələn, B variantı samitdir. Samit Azərbaycan dili terminidir. Törəmə C variantı riyaziyyat terminidir. Aqreqat sözü, aqreqat hal fizika olar, kimya olar, amma hər halda həndəsə deyil. Vakum sözü fizikadır. Tənbölən isə A variantı tənbölən. Həndəsə terminidir. Üçbucağın tənböləni. Cavab oldu A variantı, bucağın tənböləni əsasən. 78-ə baxaq. Tərəzidə asılan yüklərin ümumi kütləsi 112-dir. Sual işarəsinin qiymətini tapın. Asılqanların kütlələri, buna tərəzi cisimləri də deyilir. Tərəzinin digər ünsürlərinin kütlələri nəzərə alınmır. Bütün yüklər bir yerdə 112-dirsə, tarazlıq halına görə nə edərik? Bura 56 yazarıq, burada 56 yazarıq. Bərabər paylanır. İndi, sol tərəfdə heç nə eləyə bilmirik. Niyə? Çünki biz 56-nı 2 yerə bölüb yaza bilməliyik. Əvvəla 56-dan bu 5 bucağını çıxmalıyıq. Daha sonra 2-yə bölüb yanlara yazmalıyıq. Və biz 5 bucağını sağ tərəfdən tapacağıq. Bu hələ ki qalsın. Keçək sağ tərəfə. 56-nın yarısı 28 bölünəcək 2 yerə. Və biz bu 28-lərdən artıq 5 bucaqlı ilə dairəni tapa bilərik. Birinə x, birinə y deyib tənliklər sistemi kimi, ya da sadəcə islah eləyərək. Sol tərəf sağ tərəfə bərabər deyilmi? 28. Eyni fiqurları islah eləyək. 5 bucaqlı ilə 5 bucaqlı. Dairə ilə dairə, bir dənə də dairə ilə dairə. Qaldı bir dairə bərabər 2 5 bucaqlı. Yəni 5 bucaqlı x-dirsə, dairə 2x-dir ki, bərabər olsunlar. İndi bunu nəzərə alaq. Əgər 5 bucaqlı x olanda dairə 2x-dirsə, baxaq sağ tərəfə. 2x, 2x, 3 dənə də x. 7x bərabər 28 tapırıq. O zaman x bərabər 4 olurmu? Deməli 5 bucaqlının qiyməti 4-dür. Qara dairədə oldu 8. İşlədək bu 5 bucaqlının 4-ünüz burada, solda. Əgər 5 bucaqlı 4-dürsə, 56 çıx 4, 52. 52-ni də 2 yerə böləndə 26 və 26 olmaqla bölünəcək. Daha sonra bu 26-ları aşağıda 13-13 bölək. Və bizdən soruşulan fiqurlara baxaq, görək nəyi tapmamızı istəyir. Aypara ilə ulduzu. Əgər 5 bucaqlı 4 idüsə, 13-dən 2 dənə 4, yəni 8 çıxarıq, aypara 5 eləyər. Aypara 5 olanda 5, 5, 13-dən 2 dənə 5 çıxarıq, ulduz da 3 eləyər. Ulduz 3, aypara 5-dirsə cəmi oldu 8. Cavab oldu 8. Yəni Y variantı. Keçək növbəti suala. 79. Bu da vərəqin qatlanıb kəsilməsi sualıdır.
Vərəqin qatlanmasını sol tərəfdə verib, gəlin bu vərəqi birinci açaq formaca. Aşağıya, təbii ki, tərsdən, ən axırıncı nə qatlama eləyibsə, birinci onu açarıq. Aşağıya açırıq bunu belə. Üçbucaqlar yanlara doğru açıldı. Bir də vərəqi yuxarıdan aşağıya, ortaya kimi. Buradan yuxarını bu formada aça bilərik. Çəkək. Bu qara hissə düzbucaqlının tən yarısı yuxarıya köçəcək. Nazik bir xətt kimi düzbucaqlının yarısı köçəcək bura. Başqa nəsə köçərmi? Bu düzbucaqlının içi bomboşdur. Deməli, üçbucaq falan heç nə köçməyəcək. Bəs aşağıda nə olur? Üçbucaqlar simmetrik olaraq aşağıya köçür. Və bu yarımçıq kvad, deyək ki, belə 1/4 düzbucaqlılar isə həm sağda, həm solda 1/4 düzbucaqlı var. Onlar isə hansı küncə köçər? Yanlara, buralara. Biri bura, digər yarı isə hara gedər bu? Açanda, deməli, sol divar üzrə bura düşəcək. Görək variantlardan hansı uyğundur? Ümumiyyətlə, C, D, Y variantları gedir yuxarıya görə. Yuxarıda sadəcə düzbucaqlı olmalıdır. C-də düzbucaqlı yoxdur, D-də də yoxdur. Y-də isə əlavədən üçbucaq da var. Deməli, 3 varianta çıxdıq. A və B arasındakı fərq də aşağıdakı üçbucaqlardadır. Bunlardan hansı simmetrik açılışdır? A 100% simmetrik deyil, köçürmədir o. B variantı isə bizim çəkdiyimizlə eyni simmetrik açılışdır. Cavab oldu B variantı. Mütləq təkrarən deyirəm bunu ki, testlərdə 4 dənə səhv variant axtarın şəkil suallarında. Bir dənə düzü birbaşa tapmağa çalışmayın. 79-dan sonra keçək 80-ə. 80-ci sual. Bu dairəvi bir şəklin içərisində verilsə də ardıcıllıq sualıdır. Şəkil ədəd əlaqələrində gördüyümüz məşhur sual tipindəndir. Bunu ardıcıllıq sualı kimi yazsaq, 1, 5, 24, 95, 284. İki ehtimal var. Ya sual işarəsi bunun axırında gəlir, ardıcıllığın son həddi. Ya da bəlkə elə ardıcıllıq buradan başlamışdı. Bəlkə ilk həddir. Deməli, bir ardıcıllıqda belə olur. Sual 1, 5, 24, 95, 284. Hər ikisinə baxmalıyıq. Bəzən bunu, bəzən onu soruşur. 1-dən 5 alıb. Çox ola bilər ehtimal. 5-dən 24 hardasa kvadratına yaxındır. Amma 24, 95 böyüdükcə daha yaxşı görünür ki, burada bir 4-ə vurma var. Vur 4, 96, çıx 1. Burada da nə var? 3-ə vurma var. Vur 3. Deməli, 285, çıx 1. Hə, vur 3, çıx 1, vur 4, çıx 1. Görək ödəyirmi? Vur 5, çıx 1. 25-dən 1 çıxanda 24. Ödədi. Bu da vur 6, çıx 1. Bu da ödədi. Deməli, 6-ya vur 1, çıx. 5-ə vur 1, çıx. 4-ə, 3-ə növbəti ət olar vur 2, çıx 1. 284-ü 2-yə vuranda 568, 1 çıxanda 567. Cavab Y variantı. Digər cavab nə ola bilərdi ona da baxaq. Tərsdən baxanda, əgər bura vur 3, çıx 1-dirsə, tərsinə baxanda nə olur? Deyək ki, belə gedəndə. Üstünə 1 gəl, 3-ə böl. Üstünə 1 gəl, 4-ə böl. Üstünə 1 gəl, 25-i 5-ə böl. Üstünə 1 gəl, 6-ya böl. Deməli, 1 plus 1, 2 elədi, 7-yə böl. Sualın digər cavabı da 7-də 2-dir. Yəni, 7-də 2 birinci hədd olsa, sanki burada vur 7, çıx 1 olur. 7-də 2-ni 7-yə vuranda 2 eləyər, 1 çıxanda 1 eləyər. Deməli, bir cavab da 7-də 2-dir. Təbii ki, variantda 1 olacaq. Cavab da oldu Y variantı. 81-83 mətnin təhlil sualıdır. İşləyək. Elə bunun altında yer varsa, buradan yazaq. Boşluqdan yazaq. Ayşən, Kərim, Aydın, Zəhra və Orxan 5 nəfərdirlər. İqtisad Universitetinin İqtisadiyyat, Maliyyə, Fizika, Riyaziyyat, İnşaat 5 fərqli fakültəsində oxuyurlar. Bu tələbələr eyni bir gündə universitetin kitabxanasına 1, 2, 3, 4, 5 fərqli saatda giriş etmişdir. Hərəyə biri gedəcək deməli. Orxanla Aydın 30 dəqiqə fərqlə kitabxanaya giriş ediblər. Orxan və Aydın ikilisi üçün 30 dəqiqəlik fərqlə hansı saatlar ola bilər? 9:50 üstünə 30 gələndə 10:20. Bunlar ya 9:50 və 10:20-də gəliblər, hərəsi birində. Ya da 10:20, 10:20. Ya da 30 dəqiqə fərq başqa harda var? 10:10, 10:40 yoxdur. 10:20, 10:50 var bir də. 10:20, 10:50. 30 dəqiqə fərq bu ikisindədir. Onda qarantiya deyə bilərikmi? Orxanla Aydından biri 100% 10:20-dədir. Hər iki ehtimalda 10:20 Orxan və Aydından birinə aiddir. Bu qalsın hələ ki. Orxan kitabxanaya bir qız tələbədən dərhal əvvəl. Deməli, Orxan hansı saatda gəlib bilmirik. Amma bir qız tələbədən dərhal əvvəl gəlib. Yəni, Orxan gəlib, ardınca bir qız gəlib. Burada sadəcə olaraq qız olduğunu qeyd edək, uzaqda yazaq. Orxandan sonraki şəxs qızdır. Kimdən dərhal sonra? Fakültəsində, Riyaziyyat fakültəsində oxuyan tələbədən dərhal sonra. Deməli, Orxandan əvvəlki şəxs də hər kimdirsə adını bilmirik, amma Riyaziyyat fakültəsində oxuyur. İndi biz buradan belə bir nəticəyə gələ bilərik ki, Orxan ən birinci və ya ən sonuncu gəlməyib. Çünki Orxandan əvvəldə gələn var, sonra da gələn var, düzdürmü? Deməli, Orxan ortalardadırsa,
nə 9.50-də gəlmiş ola bilməz, nə də 10.50-də. Ən birinci və ən sonuncu deyil. Çünki ən birinci gələndən qabaq gələn olmur axı və ya ən sonuncu gələndən sonra gələn olmur. Orxan üçün 9.50 və 10.50 saatların qadağan eləsək, şərtə baxaq, Orxan Aydın şərtinə. Orxan 9.50 ola bilmir. Deməli, yuxarı ehtimalda da 10.20-dir, aşağı ehtimalda da. Orxanın 10.20 olmağı dəqiq çıxır. 10.20-dir ki, Aydına da ya 9.50 qalsın, ya 10.50 qalsın. Orxanı yazandan sonra artıq bütün saatları Orxana nəzərən düzə bilərik. Yuxarını silək, bura saatları düzək. 10.20-dən əvvəlki saatlar, deməli 10-10 və 9.50-dir. 10-10 və 9.50. 10.20-dən sonraki saatlar isə 10.30 və 10.50-dir. Boşluqlarımızı da qoyaq, başlayaq yazmağa. 4 və 5-ci. Orxan tapıldı. Sonra Aydın da ya 9.50, burun indidən işarə edək, ya 9.50 ya da 10.50-dədir. Növbəti cümlə. Deyir ki, iki qız tələbə bir-birinin ardınca gəlməmişdir. Əgər buradakı qızdırsa, beşincinin qız olmadığını, yəni bunun oğlan olduğunu dedi bizə. Axırıncının aydındırmı? Bəlkə də başqa oğlandır. Hələ ki, qalsın belə. Növbəti cümlə. İqtisadiyyat fakültəsində oxuyan tələbə ilə maliyyə fakültəsində oxuyan tələbə. İqtisadiyyat və maliyyənin tələbələri eyni cinsdəndirlər. Yəni ya hər ikisi qız, ya hər ikisi oğlandır və biri o birindən 40 dəqiqə fərqlə gəlib. Dəqiqələrə baxanda 40 dəqiqə fərq harda mümkündür? Bir 9.50 ilə 10.30 arasında, bir də 10.10-dan 10.50 arasında. Amma deyəcəyik ki, 10.10 və 10.50 ola bilməz. Niyə? Çünki 10.10-da gələn riyaziyyat fakültəsinin tələbəsidir. Bunu bilirik. Və riyaziyyat fakültəsidirsə, bizə də deyir ki, 40 dəqiqə fərqlə gələnlər deməli, iqtisadiyyat və maliyyənin tələbələridir. 10-10, 10.50 ehtimalı öldüyünə görə qalır əlimizdə 9.50, 10.30. 9.50 ilə 10.30 bu ikisi eyni cinsdəndir. Biz də bilirik ki, 10.30-da gələn qızdır. Onda yuxarıdakı da qızdır. Və deyək ki, riyaziyyat və hansı fakültələr idi? Riyaziyyat yox, iqtisadiyyat və maliyyə fakültələri idilər. Yaxşı, bu ikisi eyni cinsdəndirsə, əlimizdə də informasiya var idi. Bayaq ki, Aydın ya 9.50 ya 10.50-dir. Yuxarıda Aydın ola bilməyəcəyinə görə Aydını yazırıq aşağıya. Başqa nəsə çıxırmı hələ ki? İqtisadiyyat, maliyyə tələbələri yox. Bir cümlə daha lazımdır. Kənan kitabxanaya Zəhradan dərhal sonra gəlib. Deməli, Zəhra gəlib, dərhal sonra Kənan. Bu ikilini hara yerləşdirə bilərik? Aralarına heç bir adam girməməlidir. Dərhal sonra deyir. Zəhra Kənan ikilisi yuxarı yerləşər. Deməli, Zəhra ən birinci gəlib, Kənan onun ardınca. Və adlardan heç çəkilməyən hansıdır? Ayşən. Ayşəni də yazırıq 10.30-a. Əlimizdəki informasiyaya biraz da göz gəzdirək. Deməli, 10.30-dan 9.50-yə, yəni Zəhra ilə Ayşənə qızlara vermişik iqtisadiyyat, maliyyə ixtisasları. Kənan zaten riyaziyyatdır. Bir də bilinməyən məlumat budur. Orxanla Aydının ixtisası nədir? İnşaat qaldı, bir də fizika qaldı. Burada yazaq fizika və inşaat. İnşaat. Bu da belə bir informasiya. İndi məlumatları tam təhlil elədiyimizə görə artıq 3 balı götürdük. 81-dən 83-ə qədər bütün sualları işləyək. 81. Kənan hansı fakültədə oxuyur? Tapmışıq ki, Kənan riyaziyyatda cavab C variantı. 82. Ayşən üçün mütləq doğru olanı seçin. Ayşənlə bağlı nələr bilirik? 10.30-da gəlib. Deyək ki, bir də ya maliyyə, ya iqtisadiyyat oxuyur. Kitabxanaya Orxandan sonra giriş edib. Bəli, bu da düzdür. Mütləq doğrudur. İqtisadiyyat fakültəsinin tələbəsidir. Ola bilər, amma maliyyədə ola bilər axı. Bu mütləq doğru deyil. Sual altındadır. C variantı inşaat fakültəsində oxuyur. Bu mütləq səhvdir. Çünki inşaatda oğlanlardan biri oxuyur. Deməli, mütləq doğru olan yalnız A oldu. Yəni, yalnız A variantı. 83. Verilən məlumatlara görə hansını müəyyənləşdirmək olmaz? Nəyi tapmaq olmaz? Kimin 10-10-da gəldiyini, 10-10-da gələn Kənandır. Bunu tapmaq olur. Səhvdir. Kimin Ayşəndən sonra gəldiyini, Ayşəndən sonra Aydın gəlib. Bunu da tapmaq olur. İqtisadiyyat fakültəsində kimin oxuduğunu tapmaq olurmu? İqtisadiyyatda qızlardan biri oxuyub, amma kimdir tapmaq olmur. Cavab oldu C. Digərlərinə baxaq. Oğlanlardan birinin inşaatda oxuduğunu. Bəli, desəydi ki, inşaatda kimin oxuduğunu, onda sual səhv olardı. Oğlanlardan biri inşaatda, həqiqətən də inşaatda ya Orxan, ya Aydındır. Ona görə bu da düzdür. Tapmaq olur. Yəni, bir də qızlardan birinin maliyyə fakültəsində oxuduğunu. Onu da demişik ki, qızlardan biri iqtisadiyyat, biri maliyyədadır. Cavab oldu tapılmayan Z variantı. Keçək 84-cü suala. Qanunauyğunluğu müəyyən edib sual işarəsinin yerinə uyğun variantı tapın. Ardıcıllıq sualıdır. Monoton artan sıradır. Aradakı fərqləri də yaza bilərik, amma bu ilk baxışda biraz Fibonacciyə bənzəyir. 2 ilə 3-ün cəmi 6-dır. Düzdürmü? Deyil, daha doğrusu. 2 ilə 3-ün cəmi plus 1 6-dır. 3 ilə 6-nın cəmi 9 edir. Çıx 1 8-dir. Deməli Fibonacci kimidir. Yəni hər bir ədəd özündən əvvəlki 2 ədəddən alınır. Amma necə? 2 ilə 3-ü toplayıb üstünə 1 gəlib 6-nı tapıb.
Növbəti isə 3 ilə 6-nı toplayıb 1 çıxıb. Deməli, A plus B plus 1, daha sonra A plus B çıx 1. Bu formada gedir. Baxaq, 2 üstəgəl 3, 5 plus 1. Sonra 3 ilə 6-nın cəmi 9, çıx 1, 8 elədi. 6 ilə 8, 14, plus 1, 15 elədi. 8, 15, 23, çıx 1, 22 elədi. Ən son nə edib? 15 ilə 22-ni toplayıb 37 plus 1. Biz də deyəcəyik ki, toplayıb çıx 1 eləyirik. 22 ilə 38-in cəmi 60, çıx 1, 59. Cavab oldu C variantı. Keçək növbəti suala. Gözəllik salonunda gün ərzində gələn müştərilərə təqdim olunan xidmətlər və bu xidmətlərdən istifadə edən müştərilərin sayı aşağıdakı cədvəldə verilmişdir. Saç boyadanların xidmətlərə baxaq. Saç boyama var, kəsmə var, bir də refle var. Saç boyadanların hamısı saç kəsdirənlərin yarısı refle elətdirmişdir. Saç boyadanların hamısı, yəni 10 nəfərin 10-u da refle elətdirib. Saç kəsdirənlərin yarısı, 14-ün yarısı 7. Amma burada şübhə yaşaya bilərik. Bəlkə saç boyayan bəzi qadınlar eyni zamanda saçını kəsdirib. O zaman reflə eləyənlərin sayı düz çıxmır axı. Bəlkə bunlar arasında ortaq var. Məhz bu fikri aradan qaldırmaq üçün yazıb ki, lakin saç boyadan heç kim saç kəsdirməmişdi. Deməli, saç boyadan 10 qadın ayrıdır, saç kəsdirən 14 qadın ayrıdır. Saç boyadan heç kim saç kəsdirməyib. Deməli, 10 qadının 10-u da reflə elətdirdi, eyni zamanda saç boyadıb. 14 qadının 7-si reflə elətdirib, 7-si isə reflə elətdirmədən saç kəsdirib. Onda aşağı baxaq reflə hissəsinə. 17, elədi 17. 25-dən bu 17 refləni çıxanda nə qalır? 25 çıx 17. 8 reflə, bu isə nə saç kəsdirən, nə saç boyadan sadəcə olaraq reflə elətdirənlərin sayıdır. Deməli, 8 qadın reflə elətdirib, 14 qadın reflə ilə saç kəsimini bir yerdə elətdirib, 10 qadın da saç boyama ilə refləni bir yerdə elətdirib. Qısaca bugün deyir ki, gün ərzində salonda neçə müştəri olub? 10 üstəgəl 14 zaten bir-birindən ayrı idi. 8 qadın isə sadəcə reflə elətdirib deyə toplayanda eləyir 24, 8, 32. Cavab olar Y variantı. Keçək 86-cı suala. Qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. 86-cı sualda baxırıq ki, bütün çərçivələrdə 1, 2, 3, 4 rəqəmləri var, amma içəridə fərqli qiymətlər alıb. Deməli, xanalara müxtəlif algoritmlər işlədirik. Deyək ki, 4-ün burada kvadratlar cəmi ilə baxanda 1, 2, 3, 4-ün kvadratları cəmi 30 edir. 4-ün kvadratı 16, 3-ün kvadratı 9, 2-nin kvadratı 4, 1-in kvadratı 1. Bunu toplayanda 30 edir. Sağ tərəfdə baxanda kvadratlar cəmi ilə 16, 9, 1, 4 eləsək, bu da yenə 30 eləməlidir, amma 28 yazıb. Niyə? Çünki yuxarı xananın kvadratını yox, özünü yazır. Deməli, sağ, sol və aşağının kvadratlarını toplayır. 16, 9 və 1, 26 elədi. Yuxarının isə özünü. Burada da sınayaq. 1-in kvadratı 1, 4-ün kvadratı 16, 2-nin kvadratı 4. Hələ ki elədi 21, üstünə də 3 gələndə edir 24. Kənardakıların sağ, sol və aşağının kvadratı, yuxarının isə özü. Onda cavab nə olar? 4, 1 və 9-un cəmi elədi 14, plus 4-ün özü 18. Cavab oldu A variantı. Keçək 87-ci suala. Sahə sualıdır. Burada biz nələri bilməliyik? Dairənin sahə düsturunu, üçbucağın sahə düsturunu. Baxaq. 4 dənə yarım dairə var. Birinci bunun radiusunu tapaq. Xanaları sayırıq. 2, 4, 6, 8, 9-dan sonra deyəsən, təzədən 2, 4, 6, 8, 9. Bəli. Radiusu 9 olan 4 dənə yarım dairə var. Bunları qoşa-qoşa birləşdirib deyə bilərikmi? 2 dənə radiusu 9 olan dairə var. Yəni, bununla bunu birləşdirək, yuxarı ilə də aşağına. Radiusu 9 olan 2 dairənin sahəsi. Deməli, bir dairənin sahəsi pi vur r kvadratıdırsa, 2 dənə dairə olduğuna görə 2 vur pi vur r kvadratı. Şərtdə də pi-ni 3 verib. 2 vur, 3 vur, radiusu 9 idi. 9-un kvadratı. Bu eləyər 6 vur 81, 486. 486. 6 vur 81. Hələ ki, bu 4 dənənin cəmi, sahələri cəmi 486 elədi. İndi içəri baxaq. İçəridə də bir dairəmiz var. Bunu biraz yaxınlaşdırsaq. Radiusunu saymaq üçün nə edərik? Kənarları, kənar nöqtələri belə qeyd eləyək və xanaları gördüyümüz yerə, yəni yuxarıya sürüşdürək. Məsələn, bura. Neçə xana edir bu? 6 xana. Deməli, radius 3-dür. Radiusu 3 olan dairənin sahəsi, özdə 2 dənə. 2 vur, pi vur, balaca yer yazaq buna da r kvadratı. Radius 3-dürsə, pi-yə də 3 verək. 2 vur, 3 vur, 3-ün kvadratı. 9 vur 3, deməli 27, vur 2, 54. Bu da elədi 54. 2 dənə dairənin sahəsi bir yerdə 54. Üçbucaq. Oturacağı 2-dir, hündürlüyü 3-dürsə. Üçbucağın sahə düsturu 2-də 1 AH idi. S bərabərdir 2-də 1 AH. Bu da olar 2 vur 3 bölü 2.
6 bölü 2, yəni 3. Keçdik aşağıya. Əsas hissə budur. Bunu da necə taparıq? Deyək ki, bu bir yarım dairədir və biz bu yarım dairənin sahəsindən içəridəki ağ yarım dairənin sahəsini çıxsaq, həmin o qara zolağı tapmış olarıq. Çöldəki yarım dairənin radiusunu tapaq. 3, 4, 5, 6-dır deyəsən. 2, yox. Onu çəkməsək yaxşıdır, saya bilək. Deyək ki, 1, 2, 3, 4, 5, 6, bəli, 6-dır elə. 6 içəri isə 3-dür. Deməli, radiusu 6 olan dairənin yarısından, yarım dairədir bu. Radiusu 3 olan dairənin yarısını çıxıb cavabı alacağıq. Deyək ki, 2-də 1 vur, pi vur. R nə idi burada? 6. 6-nın kvadratı. Çıxılsın. 2-də 1 vur, pi vur. 3-ün kvadratı. Bu da içəridəki ağ dairədir. Radiusu 3 olan dairənin yarısı. Bunların fərqi bizə verəcək zolağın sahəsini. Bu da eləyər 2-də 1 vur 6-nın kvadratı eləyər 36 vur 2-də 1 18 pi çıx. Bu da eləyər 4/5 pi. 18 çıx 4/5 vur pi. Nə eləyər? Piyə də 3 verək. 54 çıxılsın 13/5. 40/5. Belə bir ədəd aldıq. Bu da oldu zolağın sahəsi. 40/5. Qaldı nə? Bunların hamısını toplamaq. 486 ilə 54-ün cəmi eləyər 540. 3 ilə də 40/5 eləyər 43/5. 540 plus 43/5. Nəhayət cavab oldu 583/5. C variantı. Keçək növbəti suala. 87-dən sonra 88. Bir üzündə A, B, C, D, E, F hərfləri, digər üzündə 1, 2, 3, 4, 5, 6 rəqəmləri olan 6 kartın ikisi qara, ikisi yaşıl, ikisi isə ağdır. Hərfləri düzək. A, B, C, D, E, F. Bu kartlardır. Və verilən şərtləri işarələyək. C kartında 3, D kartında 2, A kartında 1 yazılıb. C-yə 3 yazılıb, D-yə 2, A-ya 1. Bir də rənglərə baxaq. 2 dənə qara, bunu da qıraqda yazaq. 2 qara, 2 yaşıl, 2 ağ var. Sonra B və C kartları yaşıl rəngdədir. Həm B, həm C yaşıldır. Bunlara yaşıl yazaq. Yaşıl, yaşıl. Sonra A kartı qara, E kartı ağ rəngdədir. A-nın rəngi qara imiş, E-nin rəngi isə ağ imiş. Deməli, əlimizdə qalan D ilə F-dən də biri qara, biri ağ olmalıdır. Çünki rənglərdən bir qara, bir ağ qalıb. Rəqəmlərdən nə qalıb? Deyir ki, yaşıl rəngli kartlar 3 və 4 rəqəmləri yazılıb. Bunu da işlədək. Yaşıllardan biri 3-dür, digəri yaşıl isə 4-dür. B-nin də rəqəmi oldu 4. Son olaraq bunu da deyə bilərik ki, Y ilə F 1, 2, 3, 4 işlənib deyə 5 ilə 6-dır. İndi bu ehtimallar daxilində soruşulana baxaq. Deyir ki, ağ rəngli kartların üzündəki rəqəmlərin hasili nə ola bilər? Əvvəla ağ rəngli kartlar hansılar ola bilər? Biri Y-dir, digəri ya D, ya F. Birinci bu ehtimala baxaq. Tutaq ki, D ağdır. D ağ olsa, ağ kartların rəqəmləri hasili nə eləyir? 2 vurulsun, Y ya 5-dir, ya 6. 2 vur 5, 10 eləyər. 2 vur 6 olsa, 12 eləyər. İndi digər ehtimala baxaq. Tutaq ki, D ağ deyil, F ağdır. Bu zaman Y ilə F-in hasili nə eləyər? 5 vur 6, hansıdır fərq etməz zaten, 30. Deməli, bu sualın 3 dənə düzgün cavabı var. Ağ rəngli kartların hasili ya 10-dur, D ilə Y ağ olsa 2, 5, 10. Ya 12-dir, 2 vur 6. Ya da ağlar Y ilə F-dirsə 5 vur 6, 30. Hansı var cavabda? Deyək ki, 10 var, Y variantı. 89-cu sual şifroqram sualıdır. Deyir ki, B bərabər sual. Baxaq görək nələri tapırıq. 0 yerinə qoyaq. Nələri yerinə qoya biliriksə qoyub sonra düşünək. Y üstəgəl 8 1 ilə bitirsə Y 3-dür. Başqa bir şey yaza bilirikmi? Bir də A ilə bağlı təxmin yürüdə bilərik ki, hər halda buradan 1 gəlməz aşağıya. Yəqin ki, buradan 1 tam keçib deyə A 2-dir. Amma bunu heç çox da dəqiq bir şeymiş kimi yazmadıq. Sadəcə yazdıq kənara. Əsas biz burada nə işləyəcəyik? Deyək ki, əslində A-nın 2 olduğunu dəqiq demək olur. B-nin qiymətindən deyək A plus C-dən A 2-dir. Tamam. Bunu da işlədə bilərik. Daha dəqiq yuxarını tapmaq üçün burada 2-ni verək elə. Deyək ki, 0 necə yaranır? 0 ədədi hər hansı bir 4 rəqəmli, 3 rəqəmli, 2 rəqəmli ədədin sonunda ya 0-ın vurmağından alınır, bu nadirən olar şifroqramda, ya da 5-in cüt ədədə vurulmasından alınır. Deməli, biz burada ABC-ni D-yə F-ə vuranda, C-nin F-ə vurulması 0 ilə bitirsə, C ilə F-dən biri 5-dir, digəri isə nədir? Cüt ədəddir. C 5 ola bilərmi? Əgər C 5 olsaydı, növbəti ifadədə ABC-ni Y-yə vuranda, 5-i nəyəsə vuranda 8 ilə bitməz.
Düzdürmü? 5-i nəyəsə vuranda ya 5 ilə bitir, ya 0-la. Deməli, C-nin 5 olma ehtimalı yoxdur. Bu da o deməkdir ki, F5-dir. C isə cüt ədəddir. C-nin nə olduğunu tapmaq artıq rahat. 1230-u 5-ə bölürük. Çünki ABC-ni 5-ə vuranda 1230 eləyib. 1230 bölü 5 eləyər 246. Yuxarı birbaşa çıxdı. Zaten A-ya 1 verməyi sınasaq, 1 olmaz. Çünki 1 ilə başlayan bir ədədi 5-ə vuranda 198-i belə 5-ə vursaq, gəlib 4 rəqəmli eləməzdir. Ona görə A 2-dir. Bu dəqiq idi. ABC-ni tapdığımıza görə cavab 4. Qalan da nə istəsək, belə tapa bilərik. Məsələn, 246-nı nəyə vursaq 8 ilə bitər? 3-ə. 720, o da 18, 738 buradır. D isə ABC olduğu kimi aşağı düşübsə, D də 1-dir. Sonra keçək 90-cı suala. Sınağın deyərdim ki, ən çətin sualı budur. Baxaq 90-cı sualın izahına. Belə variantları da götürək. 90-cı sual. Olduqca çətin, maraqlı bir ehtimal sualıdır. Görək necə işləyərik bunu. Deyir ki, Hikmət fikrində 5 rəqəmli bir ədəd tutub. Normalda 5 rəqəmli bir ədədi tək təxminlə tapmaq, Rüfətdən deyir ki, tək təxminlə tapmağını istəyib. Tək təxminlə tapmaq mümkünsüz kimi bir şeydir, çox kiçik ehtimaldır, düzdürmü? Amma ona bəzi şərtlər verir. Bu ədədlə bağlı aşağıdakılar məlumdur. Cüt ədəddir. Deyəcək ki, sonu ya 0, ya 2, ya 4, ya 6, ya 8-dir. Cüt ədəddir. Heç bir rəqəmdən bir dəfə istifadə olunmayıb. Çox önəmli şərtdir. Heç bir rəqəmdən bir dəfə istifadə olunmayıb nədir? Əgər 5 rəqəmli bir ədədin içində nədənsə bir dəfə istifadə eləməmişiksə, ya 2 və 3 dəfə istifadə eləmişik. Məsələn, x, x, y, y, y bu formada ola bilər. Ya 3 dəfədən əlavə nə ola bilər? 4 dəfə ola bilərmi? Olmaz. Çünki nədənsə 4-dən istifadə edirsən, birindən avtomatik 1-dən istifadə edəcəksən. Amma heç bir rəqəmdən bir dəfə istifadə olunmayıb deyir. Bir də digər ehtimal 5-nin də eyni olmasıdır. Məsələn, 55555. Burada da heç bir rəqəmdən bir dəfə istifadə olunmayıb. Ya 2-nin 3-ə, ya da 5-i də eyni. Bu formada ola bilər sadəcə. Və bizə deyir ki, mərtəbə vahidinə görə tək yerdə duran rəqəmləri cüt yerdə duran bütün rəqəmlərdən böyükdür. Tək yerdə duranlar bunlardır. Birinci, üçüncü, beşincilər. Cüt yerdə duran bütün rəqəmlərdən böyükdür. Bu o deməkdir ki, artıq bu ehtimal getdi. 5-i də eyni ola bilməz. Və bizə tək yerdə duran rəqəmlər cüt yerdə duran bütün rəqəmlərdən böyükdür deyirsə, y-ləri bura qoyarıq, məsələn, x-ləri bura. Yəni, ədədin yazılışı, quruluşu deyək, x, y, x, y, x və s. bu tipli bir şeydir. Təkrarlanma var rəqəmlər arasında növbələşərək. Onu belə eləyək hələ ki, AB, AB, A yazıq. Hələ ki, bu nəticəyə gəldik bu üçündən. Başqa nələr bilirik? Bütün bildiklərimizi yazaq. Cüt ədəddirsə deyə bilərikmi? A cütdür. Son rəqəm olaraq cütdür. Və bayaq demişdik ki, ədədin sonu ya 0, ya 2, ya 4, ya 6, ya 8-dir. Artıq bilirik ki, 0 da olmaz. Çünki son rəqəm 0-dırsa, ilk rəqəm də mi 0-dır? Ola bilməz. 2, 4, 6, 8-dən biridir A. B ilə bağlı nə bilirik? Mərtəbə vahidinə görə tək yerdə duranlar cütlərdən böyükdürsə, A böyükdür B. Bunu bilirik. Əlimizdə hal-hazırda bu ehtimalı ödəyən nələr var? Hamısını yazaq. Bütün ehtimalları yazaq. A-nın cüt qiyməti. Tutaq ki, A 2-dir. O zaman ədədimiz nə ola bilər? 21, 21, 2. Bu ola bilər. Bir də 2, 0 ola bilər. Düzdürmü? B-yə 0 verək. Qısaca A 2 olsun, B 2-dən aşağı bütün ədədlər. İndi tutaq ki, A 4-dür. 4 olsa 43, 4, 3, 4. Yazaq bunu. Sonra 4, 2, 4, 2, 4. 4, 1, 4, 1, 4. Bir də 4, 0, 4, 0, 4. Bütün ehtimalları yazırıq. A 6 olsa 6, 5, 6, 5, 6. 64, 64, 6. Əslində hamısını yazmayıb, sadəcə ikisini də yaza bilərik. Amma yazaq, tam görünsün. 6, 62, 62, 6, 61, 61, 6 və 60, 66. Nəhayət son rəqəm A 8 olsa. 8-dən başlayıb 8 ehtimalda burada yazacağıq. 87 ilə olan, 86 ilə olan, 85 ilə, videoda buranı qabağa verin, 84 ilə, bunu da axıra çatanda dedim. 83, 83, 8. 82, 82, 8. Son iki ehtimal. 81, 81, 8 və 80, 88. Neçə ehtimal oldu? 8 ehtimal, 6 ehtimal, 4 ehtimal. Yox, burada 2 dənə də ehtimal var. 8, 6, 4, 2. Toplamda 20 ehtimal var. Yəni, hal-hazırda Rüfətin verilən şərtlərə görə bu sualı ataraq tək təxmində tapma ehtimalı 20-də 1-dir. 20-dən ədəd var axı. 20-də 1, yəni 5%. Rüfət də deyir ki, cümlənin qalanını oxuyaq. Rüfət bu şərtlərlə ədədi tapma ehtimalının çox az olduğunu, həqiqətən çox azdır, 20-də 1-dir.
Çox az olduğunu düşünüb ikinci və üçüncü rəqəmin fərqini soruşdu. Baxın, əslində Rüfət burada ikinci və üçüncü rəqəmin fərqini soruşanda qısaca B ilə A-nın fərqini istəyir. Yəni ikinci, üçüncünü soruşsun, 3 ilə 4-ü, 4 ilə 5-i bu fərq etməz. Zaten quruluş budur, AB, ABA. Deməli, ikinci və üçüncü rəqəmin fərqi B ilə A-nın fərqidir. Deyir, fərqi denən mənə. Hikmət də deyir ki, əgər bunu desəm, tapma ehtimalım 5 dəfə artardı. Başda sənə bunu desəydim, 5 dəfə artardı. Yəni 20-də 1 olan tapma ehtimalın 5 dəfə artıb 4-də 1 olardı. Deməli, ədədlərin fərqi elə bir şeydir ki, biz onu bilsək, tapma ehtimalımız 4-də 1 olar. Yəni yalnız bu nümunələrdən 4-ündə ədədlərin fərqi eynidir. Gəlin tapaq onları. Bütün ədədlərin fərqinin qarşısına yazaq. 2 ilə 1-in fərqi 1. Bu ikisinin fərqi 2. Buradakı fərqlər 1, 2, 3, 4. 4 çıx 0, 4-dür yəni. 6 çıx 5. 1, 2, 3, 4, 5, 6 hamısını yazıram. Son olaraq 8 çıx 7-dən başlayaq. 1, 2, 3, 4, 5, 6, 7 və 8-dir fərqləri. Bu fərqlərdən neçəsindən, hansı rəqəmlərdən 4 dənə yazmışam? Çünki Hikmət Rüfətə deyir ki, mən sənə bunu desəydim, tapma ehtimalın 5 dəfə artıb 4-də 1 olardı. 20-də 1 olardı, 4-də 1. Nədən 4 dənə yazmışıq? Bir 1-dən, bir də 2-dən. Qalan heç nədən 4 dənə deyil. Deməli, artıq 20 ehtimal Rüfətin gözündə bu cümləyə, bu dialoqa görə azaldı. Və cəmi 8 ehtimal qaldı. Bu işarələdiyimiz ədədlər 8 dənə ehtimaldan biridir. Yəni, Rüfət məntiqini işlədərək bunu tapır. Mənim ehtimal sayım deyir 20-dən 8-ə düşdü. Hal-hazır ki, an üçün Rüfətin sualın cavabını tapma ehtimalı oldu 8-də 1. İndi sualın gerisinə baxaq. Deyir ki, biz bunu qeyd eləyək qıraqda. Buraları silək, qeyd eləyək ki, A və B-nin fərqi 2 imiş. Yəni, A da B-dən böyüksə, A bərabər B plus 2. Bunu tapmış olduq. 2 ya da 1. Belə yazaq. A ilə B-nin fərqi ya 1-dir, ya 2-dir. 8 dənə ehtimal buradan çıxır. İndi deyir ki, hasilin də mənə. Növbəti dəfə Rüfət birinci və ikinci rəqəmin hasilini soruşdu. Yəni, istənilən iki ədədin, istənilən yan-yana iki rəqəmin hasilini deyə bilərdi. A vur B. Deyir, Hikmət cavab verir ki, əgər sənə A vur B-ni desəm, tapma ehtimalın 10 dəfə artardı. Başda yəni artardı. 20-də 1 olan ehtimal 10 dəfə artırsa nə olur? 2-də 1. Deməli, Hikmət deyir ki, mən sənə rəqəmlərin hasilini desəm, həmin hasilə malik olan cəmi 2 dənə ehtimal var. İndi başlayaq bütün hasilləri yazaq. Bütün hasilləri yazanda 4 vur 0, 0'dır. 4 vur 1, 4, 4 vur 2, 8. Belə gedək yuxarıya 12, 2 vur 0, 0. Bura 2. Burada 0, 6'nın vuruqları olur. 6, 12, 18, 24, 30. Bu tərəfsə 8'in vuruqlarıdır. 0, 8, 16, 24, 32, 40 və 48-dən 56. Bunları da yazaq. Bütün hasilləri yazdım. Hansı hasildən 2 dənədir? Çünki məsələn, Hikmət deyir, mən sənə birini tapaq elə 10 üzərindən nümunə verək. 12-dən 2 dənə görürəm burada. Bir burada var, bir burada var. Məsələn, Hikmət deyir ki, mən sənə başda desəydim ki, bu iki ədədin, iki rəqəmin hasili, birinci və ikinci rəqəmin hasili 12-dir, sənin ağlına o dəqiqə 2 ehtimal gələrdi. Deməli, tapma ehtimalın 20-də 1-dən 2-də 1-ə yüksələrdi. Yəni 10 dəfə artardı. 12-dən başqa nədən 2 dənədir? Bir 12-dir. Bir 0-dan çoxdur, 4 dənədir. 4-dən 1 dənədir. 8-dən 2 dənədir. 12 yox, başqa nə var? 0-dan 4 dənədir hətta. 2 də olmaz. Burada 18 və ya 24, 24-dən 2 dənədir. 18 yoxdur, 30 yoxdur, 32, 40, 48, 56. Onlardan da yoxdur. Bir dənə də hərəsindən. Deməli, hal-hazırda buradan da 6 dənə ehtimal qaldı. Yaxşı, indi bu 2 ehtimalı bayaqki şərtlə bunu birləşdirək. Rəqəmlərin fərqi ya 1 ya 2 olsun. Hasil isə bu işarələdiyimiz 6 dənə ədəddən biri. Baxaq görək işarələdiyimiz 6 ədəddən, yəni 43, 42, 64, 62, 83 və 81-lərdən hansının rəqəmləri fərqi 1 və ya 2-dir? 43 ola bilər. 43, 43, 4. 42 ola bilər. Bir də 64 ola bilər. Bu olarmı 62? 62-nin rəqəmləri fərqi 4-dür. Biz bilirik ki, rəqəmlər fərqi ya 1-dir, ya 2-dir. 83-ün rəqəmləri fərqi 5-dir, bununki də 7-dir. Deməli, bu 3 ehtimal bizə lazım deyil. Hal-hazırda Rüfət qaldı 3 ehtimal arasında. Və axırda da soruşur ki, indi Rüfətin təxmininin doğru olma ehtimalını tapın. Baxmayaraq ki, Hikmət bu dialoqda Rüfətə heç nə demədi, əslində çox şey dedi. Danışıqdan o 10 dəfə artardı, 5 dəfə artardı cümlələrindən 20-də 1 olan ehtimalı 3 ehtimala düşürtdüsə, bunu ilk tək təxmində tapma ehtimalı nədir? 3 ehtimaldan biri, 3-də 1 cavab olar B variantı. Ağır sual idi. Keçək növbəti suala. Bunun cavabı oldu B.
91. İki krant var A və B. A krantı hovuzun 1/4-nin 6 saata doldurur. Hovuzun 1/4-i 6 saata dolursa, basit tənasüb quraq. 1/4-də 6-dırsa 1-də x-dir. Hovuz özü A kranı ilə 24 saata dolar. B krantı eyni hovuzun 12/1-in 2 saata. 12/1-də 2-dirsə 1-də x-dir. Nə olar? Bu da 24 saata. Deməli, biz rahatlıqla deyə bilərik ki, bu ifadədən A və B krantları eyni güclüdür. Yəni, bir hovuzu hər ikisi tək başına 24 saata doldura bilir. Tənasüblər oldu. 4/1-də 6-dırsa 1-də x-dir. Bir də 12/1-də 2-dirsə 1-də x-dir. 24, 24. İndi deyək ki, 6/5-i dolu olan hovuzun 6/5-i doludursa 6/1-i boşdur. Hovuzun 6/1-ini 2 krant birlikdə neçə saata tam doldurar? Biri 24 saata doldurursa, eyni güclü 2 dənə fəhlə məsələsi kimi də düşünmək olar bunu, iş məsələsi. Eyni güclü 2 dənə hovuzu, 2 dənə işçini birləşdirəndə iş 2 qat tez qurtarmazmı? İşçi sayı 2 dəfə artanda zaman 2 dəfə azalır. İkisi bir yerdə 12 saata doldurar hovuzu və ya bunu belə deyək də, 24 saata A kranı doldurursa 1 saata 24-də 1-ini doldurur. 24 saata B kranı doldurursa 1 saata 24-də 1-ini doldurur. Toplayanda eləyir 24-də 2, yəni 12-də 1. Bunun tərsi də bizə verir 12 saat. Hovuz 12 saata tam dolar. Amma bizdən tam dolmasını istəmir. Deyir, hovuzun 6/1-i neçə saata dolar? Bunun tənasübü də son tənasüb. 1-də 12 saatdırsa, hovuzun 6/1-i x saatdır. 6 dəfə azalıbsa cavab olar x bərabərdir 2 saata dolar. Belə. Keçək 92-ci suala. Bağlantı sualıdır. Deyir ki, hərflərdən neçəsinin yerini dəqiqliklə müəyyən etmək mümkün deyil. Biz bilirik ki, bağlantıda nələr olur? Bağlantı xətlərin sayı heç vaxt dəyişməz. Uzunluqlar dəyişər, deformasiya uğrayır, forma dəyişər, amma bir-birinə birləşən hərflərin birləşdiyi bağlantılar qopmaz. Hərflərdən neçəsinin yerini dəqiq müəyyən etmək mümkün deyil. P bir xətlidir. P-dən başqa varmı bir xətli? Yoxdur. Deməli, P 100% budur. P gedib nəyə birləşib? N-ə. Biz bura N deyəcəyik. N-in qonşularına baxaq, P-dən başqa. Biri 2 xətlidir, biri 4 xətlidir. Bunları ayıra bilərik. N-in qonşuları. R hərfi 2 xətlidir, M hərfi 4 xətli. Deməli, bu M-dır, digər qonşusu isə R-dır. Digər iki fiqur isə, hərflərdən də baxanda nədir M-nin digər iki qonşusu? K ilə L. K və L isə əkiz xassəlidir. Əkiz xassəlilik nədir? Baxırıq ki, K ilə L-in hər ikisi 2 xətlidir. Və o 2 xəttdən biri onları bir-birinə bağlayıb. Biri isə onları eyni bir fiqura bağlayıb. Qısaca biz bunları heç cürə ayıra bilmərik. Hansı K-da, hansı L. İkisi də həm bir-birinə bağlanıb, həm də M-ə bağlanıbsa, əkiz xassəlidir, tapılmaz. Neçəsini dəqiqliklə müəyyənləşdirmək mümkün deyil, 2 dənəsini. 4-ü tapılar, ikisi yox. Cavab oldu 2. Keçək 93-ə. 93 aşkar, yox, qeyri-aşkar operator sualıdır. Yəni, biraz düşünmə tələb edən aşkar operator da deyə bilərik buna. Baxaq. Ulduz A bərabər 2A plus 3. Mötərizənin qiyməti zaten ulduz A'dır. Bunu bizə verib. 2A plus 3. İndi digər 8 cüşəli ulduz işarəsi deyək buna. 8 cüşəli ulduz 2A plus 3-ü neynəsə 6A plus 11 olar. A-nın əmsalından tuturuq ki, burada bir 3-ə vurma var. 2A-ydı gəlib olub 6A. Biz bu ifadəni 3-ə vursaq, nə alarıq? 6A üstəgəl 9. Amma üstəgəl 11 yazıb. Deməli, üstünə də 2 gəlib. Onda belə çıxır ki, 6 cüşəli ulduz, belə bir ulduz verib bizə şəkildə. 6 cüşəli ulduz 2A plus 3 funksiyasını yerinə yetirirsə, 8 cüşəliyini də biz tapdıq ki, 3-ə vurur. 3A plus üstünə 2 gəlir. Çünki yuxarıdakı 2A plus 3-ü 3-ə vuranda 6A plus 9 alırıq. 2 də gələndə 6A plus 11. Tamam, bunu işlədək. İfadənin qiymətini alaq. 2-yə birinci 8 cüşəli ulduzla təsir edirik. Yəni, 2-ni verdik bura. 3-ə vur, üstünə 2 gəl. 2 vur 3, 6, üstünə 2 gələndə 8. Mötərizənin qiyməti 8-dirsə, 8-i də aparaq verək digərinə. 2 vur 8, 16, üstünə 3 gəl. Cavab olar 19. 19. Sonra 94-cü sual. 94-cü sualın şərtini, həmişə bu tipli sualların şərtini sürətlə də olsa oxuyun. Sudoku, Yapon oyunlarının hər hansı birini. Çünki nəsə bir kənara çıxma vermiş ola bilər. Heç vaxt da oyunun adını vermir qəbuldakı, sudokunu həll et. Birbaşa qaydalarını verir. Ona görə burada da Kakuronun bilsəniz belə oxuyun. Deyir, sütun və sətir üzrə ardıcıl ağ rəngli xanalarda əmələ gələn blokda yazılmalı olan ədədlərin cəmi həmin blokdan əvvəlki 3 bucağın, yəni blokun solunda və ya yuxarısında olub, ona birləşən 3 bucağın üzərində qeyd olunub. Bildiyimiz tipik Kakuro qaydasıymış. İkisinin cəmi yuxarıda, bu ikisinin cəmi məsələn soldadır. Blokdakı ədədlər bir rəqəmlidir, yəni rəqəmdir.
təkrarlanmır blok daxilində. Deməli, sətr sütun üzrə təkrarlanma olmur. Və onlar arasında sıfır yoxdur. Deməli, 1-dən 9-a qədər. Bu, bildiyiniz yuxarı tipik Kakuro qaydasıdır. Görək bu Kakuronu necə işləyəcəyik. 5. 5 nə ilə nəyin cəmidir? 2 ehtimal var. Ya 1 ilə 4, ya da 2 ilə 3. Bunların da daxilində 4 ehtimal var. Çünki 1 4-də yaza bilərsiniz, 4 1-də yaza bilərsiniz, 2 3-də, 3 2-də. Görək hansı olar? Biz bu xanaya 1 versək, sol tərəf nə olur? 12. Ola bilərmi? Xeyr. Çünki Kakuronun qaydasında bizə dedi ki, 1-dən 9-a qədər rəqəmləri işlədirik. Deməli, bu xana 1 olmaz. 2 olsa, sol tərəf olur 11. O da olmaz. 3 olsa 10 olur. Nəhayət 4-də ödəyəcək. 4 olsa 9 olur. 4-dən başqa qiymət ödəyərmi? Xeyr. Çünki 5 sıfırda yaza bilmərik. Tək ehtimal budursa işləyək. 5-dən 4 çıxırıq 1. 14-dən 9 çıxırıq m oldu 5. 13-dən 5 ilə 1-in cəmini çıxaq. 13 çıx 6 eləyər 7. 15-dən 7 çıxarıq eləyər 8. Sonra indi aşağı baxaq. 3 xananın cəmi 12-dir. 12-dən 8 çıxanda deyirik ki, bu blokun cəmi 4 eləməlidir. Yəni 4 plus 8 12. 4 də nədir? 2 2 yaza bilməyəcəyimizə görə 3 və 1 yazmalıyıq. Yaxşı, mən S-ə 1 deyə bilərəmmi? Əgər S 1 olsa aşağı olur 11. Amma qaydaya görə 11 ola bilməz. Deməli S 1 deyil, S 3-dür. Bu tərəf 1-dir. Axıra qədər işləyək. Əgər S 3-dürsə 12 çıx 3 9, 16-dan 9 çıxanda 7, həqiqətən 7 ilə 1-in cəmi də 8 edir. Ödədi. Deməli S3 M5-dir. Nə istəyir? S üstəgəl M. Yəni 3 plus 5. Bu sualın cavabı da oldu 8. Keçək 95-ci və sonuncu suala. Deyir ki, cədvəldə X kampaniyasının ABCD şəhərləri üzrə filiallarının sayı və faizi göstərilmişdir. Yəni bütün filialların sayını nəzərdən faizini də verib. İndi cədvəli bir qısaca analiz edək, görək nələri doldura bilirik. Əslində burada bir çox şey çıxar, hamısı tapılar. Aşağıda da uyğunlaşdırma sualıdır. Filialların ümumi sayını və s. deyir, tapın. Baxaq, əgər bütün filialların 10% 40-dırsa, 40% neçə eləyər? Bir növ tənasüb alındı. 10-da 40-dırsa, 40-da x-dir. Bu tənasübdə x bərabərdir. 4 dəfə artıbsa 4 dəfə artar. Düzdürmü? 160. Və ya tənasübü çarpı asası ilə 40 vur 40 böl 10. Deyərsiniz ki, cavab elədi 160. Hə, bunu yazandan sonra artıq işimiz rahat olsun deyə belə deyə bilərik. Faizə görə burada ədədə baxanda 4-ə mi vurub? 40% 160-dır. Vur 4. Hamısı 4-ə vurma olmalıdır. Vur 4. Burada da 4 dəfə artmalıdır. M-i 4-ə vuranda 80 eləyirsə, M-ə birbaşa 20% yaza bilərsiniz. Çünki 40-da 10-dursa 80-də 20 eləyir. Bəs P ilə Z-ni necə tapaq? Faizlərin cəmi bütün filialları verib deyə 100 olmalıdır. 40, 10, 20 elədi 70. Onda P nədir? 30%. Ki toplamı 100 eləsin. Və 30%də nə olar? Yenə 4-ə vuraq 30-u. Eləyər 120. Bir dənə K qaldı. K-nı da tapmaq üçün bunların ya 4-ünü də toplayın, ya da deyərik ki, burada 100% eləmirmi? 100-ü birbaşa 4-ə vuraq da. Faizi 4-ə vururduq. K oldu 400. Həqiqətən 80, 40, 120 eləyir. Bu da 280. Toplayanda da 400-ü verir. İndi birləşdirək. Filialların ümumi sayı, yəni K oldu 400. Deməli, A gəldi bura. 1-ə A getdi. Kampaniyanın D şəhərindəki filiallarının sayı. D şəhərindəki filial sayı Z-dir. Yəni 120. Oldu Y. Bir də C şəhərindəki filial sayı oldu 160. Yəni 160 da oldu C. 1A, 2Y, 3C. Sualın cavabı oldu belə. Bu qədər. İzlədiyinizə görə təşəkkürlər.